Müqəddəs ruh. Müqəddəs ruh Allahın insanlara olan ən böyük bəxşişidir. Əziz bacılar və qardaşlar, müqəddəs yazıda Allahın insanlara bəxş etdiyi saysız-hesabsız nemətlərdən danışılır. Həyat, nəfəs, işıq, ruzi, bağışlanma, mərhəmət, ümid və əbədi həyat bu nemətlərdəndir. Lakin bunların arasında elə bir bəxşiş vardır ki, o, insanın daxilini dəyişir, qəlbini yeniləyir, düşüncəsini saflaşdırır və onu Allahla daha yaxın ünsiyyətə gətirir. Bu bəxşiş müqəddəs ruhdur. Müqəddəs ruh yalnız müqəddəs kitabın səhifələrində adı çəkilən bir həqiqət deyil. O, Allahın yaşayan hüzurudur. Allah insanı tək qoymur. İnsan bəzən özünü yalqız hiss edir, bəzən gücsüz qalır, bəzən hansı yolu seçəcəyini bilmir. Belə anlarda Allah öz müqəddəs ruhunu göndərərək insanın yanında olur, ona təsəlli verir, yol göstərir, güc verir və onu möhkəmləndirir. Allah insanı yaratdığı ilk gündən öz nəfəsini ona verdi. Bu, insanın Allahla xüsusi bağlılığını göstərirdi. Günah bu yaxınlığı zəiflətdi, lakin Allah insanı özündən uzaqlaşdırmaq istəmədi. O, peyğəmbərlər vasitəsilə danışdı, xalqını öyrətdi, xəbərdar etdi, təsəlli verdi. Sonra oğlu İsa Məsihi göndərdi ki, insanlar xilas olsunlar. İsa Məsih göyə qalxmazdan əvvəl şagirdlərinə vəd etdi ki, onlar tək qalmayacaqlar. Allah müqəddəs ruhunu göndərəcək və o, iman edənlərlə olacaq. Bu vəd yalnız o dövrdə yaşayan insanlar üçün deyildi. Bu vəd bütün zamanlarda Allaha iman edən hər kəs üçündür. Bugün də Allah insanları unutmur. O, qapını döyən, dua edən, onu axtaran hər bir ürəyə yaxındır. Müqəddəs ruh insanın həyatında görünməz şəkildə işləyir. Küləyi görmürük, lakin onun təsirini hiss edirik. Günəşi birbaşa seyr etmək mümkün olmur, lakin onun işığı hər yeri aydınladır. Eyni ilə müqəddəs ruh da görünməzdir, amma onun işi insanın həyatında aydın görünür. İnsan öz gücü ilə yalnız müəyyən qədər dəyişə bilər. O, pis vərdişlərini tərk etməyə çalışar, xasiyyətini düzəltmək istər, lakin çox vaxt yenidən əvvəlki halına qayıdar. Çünki insanın əsas ehtiyacı yalnız davranışının deyil, ürəyinin dəyişməsidir. Bu dəyişmə isə Allahın işidir. Müqəddəs ruh daşlaşmış ürəyi yumşaldır. Qəzəbi mərhəmətlə əvəz edir. Nifrətin yerinə məhəbbət gətirir. Qorxunun yerinə arxayınlıq verir. Ümidsizliyi ümidə çevirir. Qarışıqlıq içində olan düşüncəyə aydınlıq bəxş edir. Bəzən insan elə hesab edir ki, Allah ondan uzaqdır. Dua edir, lakin cavab eşitmədiyini düşünür. Gözləyir, amma cavab gecikir. Elə vaxtlarda müqəddəs ruh imanlının daxilində səbir yetişdirir. O, insanı gözləməyi öyrədir. Allahın vaxtının insanın vaxtından üstün olduğunu xatırladır. Müqəddəs ruh insanı yalnız təsəlli etmək üçün gəlmir. O, insanı dəyişmək üçün gəlir. Allah bizi olduğumuz kimi qəbul edir, lakin olduğumuz kimi qalmağımızı istəmir. O, bizi pak, müqəddəs, mərhəmətli və həqiqətə bağlı insanlar etmək istəyir. İnsanın qəlbində Allahın sözü yaşamağa başlayanda, müqəddəs ruh həmin sözü suvaran yağış kimi işləyir. Necə ki, münbit torpağa düşən toxum vaxtı gələndə cücərir, eləcə də Allahın sözü müqəddəs ruhun işi ilə insanın həyatında bəhrə verir. Bəzən insanlar yalnız böyük möcüzələr görmək istəyirlər. Halbuki müqəddəs ruhun ən böyük möcüzələrindən biri dəyişmiş həyatdır. Qəzəbli insanın mehriban olması möcüzədir. Kin saxlayan insanın bağışlaması möcüzədir. Yalan danışan insanın doğruluğa bağlanması möcüzədir. Ümidsiz insanın yenidən ümid tapması möcüzədir. Günah içində yaşayan insanın tövbə edib Allah yoluna dönməsi möcüzələrin ən böyüyüdür. Allahın işi insanın daxilindən başlayır. İnsan dəyişəndə ailəsi dəyişir. Ailə dəyişəndə cəmiyyət dəyişir. Cəmiyyət dəyişəndə insanlar Allahın nurunu daha aydın görürlər. Müqəddəs ruh heç vaxt insanı lovalığa aparmır. Əksinə, o insanı təvazökar edir. O, insanın diqqətini özünə deyil, Allaha yönəldir. Harada həqiqi müqəddəs ruhun işi varsa, orada Allah ucalır, insan isə ona şükür edir. Müqəddəs ruh insanın daxilində Allah qorxusunu yaşadır. Bu qorxu cəza qorxusu deyil. Bu, Allahı incitmək istəməyən sevən övladın hissidir. Belə insan günahdan yalnız cəzadan qorxduğu üçün deyil, Allahı sevdiyi üçün uzaq durur. Allah öz ruhunu insanlara məcbur etmir. O, insanın qəlbini döyür. Qapını açan onun hüzurunu qəbul edir. Qapını bağlayan isə bu nemətdən məhrum qalır. Allah hər zaman mərhəmətlə çağırır, lakin seçim insanın özünə buraxılır. Müqəddəs ruh insanın vicdanını oyadır. Bəzən insan etdiyi səhvin fərqinə varmır. Lakin Allahın ruhu vicdan vasitəsilə onu xəbərdar edir. Tövbəyə çağırır. Düz yola dönməyə səsləyir.
Bu çağırışa qulaq asan insan Allahın mərhəmətini daha dərindən tanıyır. Müqəddəs ruh iman edənlərin hamısı üçün eyni dərəcədə qiymətlidir. Allah insanlar arasında ayrı seçkilik etmir. Varlıya da, kasıba da, güclüyə də, zəifə də, savadlıya da, sadə insana da eyni məhəbbətlə yanaşır. Allahın ruhu hər bir açıq ürəkdə işləyə bilər. Biz öz gücümüzlə Allahın iradəsini tam yerinə yetirə bilmərik. Buna görə müqəddəs ruha ehtiyacımız vardır. O bizi ayaqda saxlayır, büdrəyəndə qaldırır, yorulanda qüvvətləndirir, ağlayanda təsəlli verir, sevinəndə isə sevincimizi Allahın izzətinə yönəldir. Müqəddəs ruh Allahın yaşayan hüzurudur. O, uzaqda deyil. O, onu sevənlərə yaxındır. Allahın ruhu insanın qəlbində yaşayanda həmin insan dünyanın qaranlığı içində belə nur daşıyan çıraq kimi olur. İnsanlar onun sözündə, davranışında, mərhəmətində və səbirliliyində Allahın işini görürlər. Elə isə gəlin qəlblərimizi Allahın qarşısında açıq saxlayaq. Günahı gizlətməyək, tövbəni sabaha qoymayaq, Allahın səsini eşitdiyimiz zaman ürəyimizi bərkitməyək. Müqəddəs ruhun işinə mane olmayaq. Qoy Allah bizim daxilimizi yeniləsin, düşüncəmizi saflaşdırsın, sözümüzü pak etsin, əllərimizi xeyir işlərə yönəltsin və həyatımız onun izzətini əks etdirsin. Müqəddəs ruhun imanlının həyatında gördüyü iş. Əziz bacılar və qardaşlar, Allah insanı yalnız yaratmaqla kifayətlənməmişdir. O, yaratdığı insanın həyatına daim diqqət yetirir, onu qoruyur, öyrədir, xəbərdar edir, düz yola çağırır və mərhəməti ilə əhatə edir. Bu ilahi qayğının ən gözəl təzahürlərindən biri, müqəddəs ruhun imanlının həyatında gördüyü işdir. Müqəddəs ruh insanın həyatına daxil olduqda, yalnız onun duyğularına deyil, bütün varlığına təsir göstərir. O, düşüncəni, vicdanı, niyyəti, sözü və əməli Allahın iradəsinə uyğunlaşdırmağa çalışır. İnsan dünyaya gəldiyi gündən müxtəlif səslər eşidir. Bir tərəfdən dünyanın çağırışları vardır. Digər tərəfdən insanın öz istəkləri vardır. Bəzən bunların heç biri Allahın istəyinə uyğun olmur. İnsan belə vəziyyətdə çaşqın qalır. Hansı yolu seçəcəyini bilmir. Müqəddəs ruh isə insanın daxilində Allahın səsini tanımağa kömək edir. O, insanı doğru ilə yanlışı ayırt etməyə yönəldir. Allah heç vaxt qarışıqlığın Allahı olmamışdır. O, sülhün, qaydanın və həqiqətin Allahıdır. Buna görə də müqəddəs ruh iman edən insanın daxilində qarışıqlığı deyil, aydınlığı artırır. İnsan hər dəfə Allahın iradəsini axtardıqca, müqəddəs ruh onun düşüncəsini işıqlandırır. Elə olur ki, əvvəllər başa düşülməyən müqəddəs yazı sözləri birdən-birə aydınlaşır. Oxunan ayələr insanın qəlbinə toxunur. Çünki onları yalnız ağıl deyil, Allahın ruhu da açıqlayır. Müqəddəs ruh insanın vicdanını diri saxlayır. Günahın ən təhlükəli tərəfi onun adləşməsidir. İnsan bir dəfə etdiyi səhvdən narahat olur, ikinci dəfə az narahat olur, üçüncü dəfə isə onu adi hal hesab etməyə başlayır. Beləcə vicdanın səsi zəifləyir. Lakin müqəddəs ruh vicdanı oyadır. O, insanın ürəyinə rahatlıq vermir ki, günahla barışsın. O, insanı tövbəyə çağırır. Bu çağırış Allahın məhəbbətindən irəli gəlir. Müqəddəs ruh insanı günahlandırmaq üçün deyil, günahdan xilas etmək üçün işləyir. Allah insanın məhv olmasını istəmir. O istəyir ki, insan günahını etiraf etsin, tövbə etsin və yenidən onun yolunda yerisin. Buna görə də müqəddəs ruh insanın qəlbində peşmanlıq yaradır. Bu peşmanlıq ümidsizlik gətirmir. Əksinə, Allahın bağışlayan qollarına tərəf aparır. İnsan bəzən öz zəifliyindən utanır. Elə bilir ki, Allah onu artıq qəbul etməz. Lakin müqəddəs ruh Allahın mərhəmətini xatırladır. O, insanın diqqətini öz günahının böyüklüyünə deyil, Allahın mərhəmətinin böyüklüyünə yönəldir. Çünki Allahın mərhəməti insanın bütün günahlarından daha böyükdür. Müqəddəs ruh insanı dua etməyə həvəsləndirir. Dua yalnız sözlərdən ibarət deyildir. Dua insanın Allahla ürəkdən danışmasıdır. Bəzən insan nə deyəcəyini bilmir. Dərdi o qədər ağır olur ki, söz tapa bilmir. Belə vaxtlarda da Allah insanı tək qoymur. Müqəddəs ruh onun ürəyində işləyərək Allah qarşısında dayanmasına kömək edir. Dua edən insanın daxilində qəribə bir rahatlıq yaranır. Çətinlik hələ bitməmiş olur, lakin ürəkdə ümid yaranır. Problem hələ həll olunmamış olur, lakin qorxu azalır. Bu rahatlıq dünyanın verdiyi rahatlıq deyildir. Bu Allahın huzurundan gələn rahatlıqdır. Müqəddəs ruh insanın imanını möhkəmləndirir.
İman yalnız xoş günlər üçün lazım deyildir. Əsl iman çətin günlərdə özünü göstərir. Xəstəlik gələndə, yaxınını itirəndə, qapılar bağlananda, duaların cavabı gecikəndə iman sınaqdan keçir. Belə vaxtlarda insan yalnız öz gücünə arxalansa, tez yorular. Müqəddəs ruh isə onu ayaqda saxlayır. Allahın ruhu insanı səbirli olmağa öyrədir. Dünyamız tələskənliklə doludur. İnsan hər şeyin dərhal baş verməsini istəyir. Lakin Allah çox vaxt insanı gözləməklə böyüdür. Gözləyən insanın imanı dərinləşir, səbri artır. Allahın hikmətinə daha çox etibar etməyi öyrənir. Müqəddəs ruh bu gözləmə dövründə imanlının ürəyini qoruyur. Müqəddəs ruh insanı həqiqəti sevməyə yönəldir. Həqiqət bəzən ağır görünür. Öz səhvini qəbul etmək asan deyildir. Lakin Allahın ruhu insanı yalandan uzaqlaşdırır. O, doğruluğu sevdirir. Düz danışmağı, dürüst yaşamağı və gizli həyatla açıq həyat arasında fərq qoymamağı öyrədir. İmanlı insanın sözü ilə əməli uyğun olmalıdır. Müqəddəs ruh məhz bu uyğunluğu yaradır. İnsan yalnız dildə yaxşı danışmaqla deyil, həyatı ilə də Allahın izzətini göstərməlidir. Əgər söz başqa, əməl başqa olarsa, insanlar Allahı deyil, içi üzlülüyü görərlər. Müqəddəs ruh isə insanı səmimiliyə aparır. Müqəddəs ruh insanın qürurunu sındırır. Qürur insanı Allahdan uzaqlaşdırır. İnsan özünü kifayət qədər yaxşı hesab etdikdə artıq Allahın köməyinə ehtiyac duymadığını düşünür. Halbuki Allah təvazökar insanlara lütf göstərir. Təvazökar insan hər gün Allahın köməyinə möhtac olduğunu bilir. Allahın ruhu insanın daxilində məhəbbəti artırır. Bu məhəbbət yalnız onu sevənlərə qarşı deyil. İsa Məsih düşmənləri də sevməyi öyrətdi. İnsan bunu öz gücü ilə yerinə yetirə bilməz. Lakin müqəddəs ruh kinin yerinə mərhəmət, nifrətin yerinə bağışlama ruhu yerləşdirə bilir. Bağışlamaq zəiflik deyildir. Əksinə, böyük mənəvi gücdür. İnsan bağışlayanda keçmişin ağır yükündən azad olur. Qəlbində yığılan acılıq yavaş-yavaş yox olur. Allahın sülhü onun daxilində hökm sürməyə başlayır. Müqəddəs ruh insanı xidmətə hazırlayır. Xidmət yalnız minbərdə danışmaq demək deyildir. Xidmət xəstəni ziyarət etməkdir, kasıba kömək etməkdir. Acı çəkənin göz yaşını silməkdir. Kimsəsizə dayaq olmaqdır. Doğru sözü sevgi ilə deməkdir. Allahın verdiyi hər neməti başqalarının xeyrinə istifadə etməkdir. Allah hər insana müəyyən imkanlar vermişdir. Kimisinin biliyi vardır, kimisinin gücü, kimisinin vaxtı, kimisinin malı, kimisinin təsəlli verən sözü vardır. Müqəddəs ruh bütün bunların Allahın izzəti üçün işlədilməsini istəyir. İmanlı insan, mən nə ala bilərəm sualından daha çox mən nə verə bilərəm sualını düşünməyə başlayır. Müqəddəs ruh insanın daxilində sevinc yaradır. Bu sevinc şəraitdən asılı olmur. Çünki onun mənbəyi Allahdır. Dünyanın sevinci gəlib keçir. Allahın verdiyi sevinc isə qəlbin dərinliyində kök salır. İnsan çətinliklər içində belə ümidini itirmir. Allahın ruhu insanı başqalarını mühakimə etməkdən də uzaqlaşdırır. İnsan öz nöqsanlarını unudub, başqalarının səhvlərini axtarmağa meylidir. Lakin müqəddəs ruh əvvəlcə insanın öz ürəyini göstərir. Özünü tanıyan insan başqalarına qarşı daha mərhəmətli olur. İmanlı insanın böyüklüyü onun nə qədər tanınması ilə ölçülmür. Onun böyüklüyü Allah qarşısında nə qədər itaətkar olması ilə ölçülür. İnsan nə qədər Allaha yaxınlaşırsa, bir o qədər anlayır ki, hər yaxşı şey Allahın bəxşişidir. Müqəddəs ruh insanın gündəlik həyatında işləyir. Evdə, ailədə, işdə, küçədə, sevincdə, kədərdə, bolluqda və darlıqda onun köməyinə ehtiyac vardır. Allah insanın həyatının yalnız bir hissəsində deyil, bütün həyatında hökmran olmaq istəyir. Allahın ruhuna qulaq asan insan yavaş-yavaş dəyişir. Bu dəyişiklik bir günün işi deyildir. Ağac necə bir anda böyümürsə, imanlı insan da bir anda kamilləşmir. Lakin Allahın işi davam etdikcə onun həyatında gözəl bəhrələr görünməyə başlayır. Mərhəmət artır, səbir artır, sevgi artır, doğruluq artır, paklıq artır və Allahın nuru onun həyatında daha aydın görünür. Qoy hər birimiz ürəyimizi Allahın qarşısında açıq saxlayaq. Qoy müqəddəs ruh düşüncəmizi işıqlandırsın, vicdanımızı diri saxlasın, imanımızı möhkəmləndirsin, dualarımızı səmimi etsin və həyatımızı Allahın izzətini əks etdirən canlı şahidliyə çevirsin. Amin. Müqəddəs ruhun bəhrəsi. Əziz bacılar və qardaşlar, ağacı tanımağın ən doğru yolu onun bəhrəsinə baxmaqdır. Sağlam ağac sağlam bəhrə verir. Qurumuş ağac isə nə qədər böyük görünsə də,
insanlara fayda gətirmir. Rəbbimiz İsa Məsih də insanın həyatının onun bəhrəsi ilə tanındığını bildirmişdir. Eyni qayda imanlı həyatına da aiddir. Əgər insanın qəlbində müqəddəs ruh yaşayırsa, bu yalnız sözlərdə deyil, həyatında da görünəcəkdir. Allah insanı yalnız bilik sahibi etmək istəmir. İnsan müqəddəs yazını əzbər bilə bilər, çox danışa bilər, başqalarına öyüd verə bilər, amma əgər həyatında Allahın ruhunun bəhrəsi görünmürsə, onun biliyi hələ ürəyinə enməmişdir. Allah üçün insanın dili qədər ürəyi də qiymətlidir. Çünki ürək necədirsə, həyat da elə olur. Müqəddəs ruhun ilk və ən böyük bəhrəsi məhəbbətdir. Bu məhəbbət yalnız his deyil. Bu insanın həyat tərzidir. Allah insanı sevdiyi kimi, imanlı da başqalarını sevməyə çağırılır. Bu məhəbbət qarşılıq gözləmir. O, yaxşılıq etməyi yorucu hesab etmir. O, yalnız öz yaxınlarını deyil, ehtiyac içində olan hər kəsi görməyə çalışır. Allahın məhəbbəti insanı dəyişdirir. Özünü hər şeydən üstün hesab edən insan, başqalarının yükünü daşımağa başlayır. Əvvəllər yalnız öz rahatlığını düşünən insan, başqalarının dərdini də öz dərdi kimi qəbul edir. Başqasının sevincinə sevinir, kədərinə şərik olur. Çünki Allahın məhəbbəti ürəkdə yaşadıqca, insan başqalarına qarşı laqeyd qala bilmir. Müqəddəs ruhun bəhrələrindən biri də sevincdir. Bu sevinc dünyanın verdiyi keçici şadlıq deyildir. Dünyanın sevinci var, dövlətə, sağlamlığa, uğura və şəraitə bağlıdır. Bunlardan biri dəyişəndə sevinc də yox olur. Allahın verdiyi sevinc isə şəraitdən asılı deyildir. Onun qaynağı Allahın özüdür. İnsan çətin günlərdə də Allahın əlini görəndə ümidini itirmir. O bilir ki, Allah onu tərk etməmişdir. Göz yaşları arasında belə ürəyində sakit bir sevinc yaşayır. Bu sevinc səs-küylü deyil. O dərin və möhkəmdir. O insanı ümidsizlikdən qoruyur. Müqəddəs ruhun bəhrələrindən biri də sülhdür. Dünyada insanlar sülh axtarırlar. Dövlətlər razılaşmalar bağlayırlar. Ailələr mübahisələri həll etməyə çalışırlar. İnsanlar daxili rahatlıq tapmaq istəyirlər. Lakin həqiqi sülh yalnız Allahdan gəlir. İnsan əvvəlcə Allahla barışmalıdır. Allahla barışan insanın ürəyinə də sülh gəlir. Bu sülh insanın üzündə, sözündə və davranışında görünür. Belə insan dava salmağa deyil, barışdırmağa çalışır. O, odun üstünə yağ tökmür, əksinə alovu söndürməyə çalışır. O bilir ki, Allahın övladı olmaq yalnız dua etmək deyil, həm də sülh yaratmaqdır. Müqəddəs ruh insanda səbir yetişdirir. Səbir gözləməyi bacarmaqdır. Allahın vaxtına etibar etməkdir. İnsan çox vaxt hər şeyin dərhal olmasını istəyir. Lakin Allah tələsmir. O, hər işi öz hikməti ilə yerinə yetirir. Müqəddəs ruh insana bu həqiqəti qəbul etməyi öyrədir. Səbir yalnız çətinliklərə dözmək deyildir. Səbir insanlarla davranışda da özünü göstərir. Hər kəs bizim düşündüyümüz kimi davranmır. Hər kəs eyni sürətlə dəyişmir. Allah bizə necə səbir göstərirsə, biz də başqalarına səbir göstərməliyik. Mehribanlıq da müqəddəs ruhun bəhrəsidir. Mehriban insan başqalarının ürəyini qırmamağa çalışır. Onun dili kabud olmur. O, hətta həqiqəti deyəndə belə bunu sevgi ilə deyir. Çünki həqiqət məhəbbətsiz deyiləndə ürəkləri yaralaya bilər. Bir mehriban söz bəzən uzun nitqdən daha təsirli olur. Bir təbəssüm ümidsiz insanın ürəyinə işıq sala bilər. Bir təsəlli sözü ağlayan insanın yükünü yüngülləşdirə bilər. Allah belə xırda görünən yaxşılıqları da qiymətli hesab edir. Yaxşılıq etmək də müqəddəs ruhun bəhrəsidir. İnsan yaxşılıq edəndə bunu tərif almaq üçün etməməlidir. Allah gizlində edilən yaxşılığı da görür. Bəzən bir parça çörək, bir stəkan su, bir təsəlli sözü, bir ziyarət, bir kömək əli Allahın nəzərində çox böyük qiymət daşıyır. Yaxşılıq etmək üçün varlı olmaq lazım deyildir. Allah hər kəsə nəsə vermişdir. Kiminin vaxtı vardır, kiminin gücü, kiminin biliyi, kiminin təsəlli verən sözü vardır. Allah bunların hamısını xeyir üçün işlətməyə çağırır. Sədaqət də müqəddəs ruhun bəhrələrindəndir. Allah sədaqətlidir. O, öz vədlərini yerinə yetirir. İmanlı da verdiyi sözə sadiq qalmalıdır. İnsanların etibar edə bildiyi insan olmaq Allahın gözündə qiymətlidir. Sədaqət yalnız böyük işlərdə deyil, kiçik işlərdə də görünür. İşdə dürüst olmaq, ailədə etibarlı olmaq, dostluqda sədaqətli olmaq, verilən sözü tutmaq, əmanətə xəyanət etməmək, bunların hamısı Allahın ruhunun insan həyatında işlədiyini göstərir. Həlimlik də böyük bəhrədir. Dünyada çoxları sərtliyi güc hesab edir. Lakin Allahın gözündə həlimlik zəiflik deyil. Həlim insan özünü idarə edə bilən insandır. O qəzəbinə əsir olmur.
Təhqir eşidəndə dərhal cavab verməyə tələsmir. O, Allahın hökmünü insan hökmündən üstün tutur. Rəbbimiz İsa Məsih öz həyatında bu həlimliyi göstərdi. O, haqsız yerə ittiham olunanda belə qəzəblə cavab vermədi. O, atasının iradəsinə itaətlə yaşadı. Müqəddəs ruh da imanlıda həmin xasiyyəti yetişdirmək istəyir. Nəfsinə hakim olmaq da müqəddəs ruhun bəhrəsidir. İnsan çox vaxt hisslərinin ardınca gedir. Qəzəb gələndə qəzəblə danışır. Tamah gələndə tamaha boyun əyir. Paxıllıq gələndə paxıllıq edir. Lakin Allahın ruhu insana özünü idarə etməyi öyrədir. Özünə hakim olan insan danışmazdan əvvəl düşünür. Addım atmazdan əvvəl dua edir. Seçim etməzdən əvvəl Allahın iradəsini axtarır. Bu cür insanın həyatı möhkəm təməl üzərində qurulur. Müqəddəs ruhun bəhrəsi birdən-birə yetişmir. Meyvə necə yavaş-yavaş yetişirsə, ruhani həyat da zamanla böyüyür. Bunun üçün dua lazımdır. Müqəddəs yazını oxumaq lazımdır. Allahın iradəsinə itaət etmək lazımdır. İnsan hər gün Allahın qarşısında qalanda, onun ruhu da onu hər gün dəyişdirir. Bəzən insan özündə dəyişiklik görmür. Lakin illər keçdikcə Allahın necə işlədiyi aydın olur. Əvvəllər tez inciyən insan daha səbirli olur. Əvvəllər kin saxlayan insan bağışlamağı öyrənir. Əvvəllər lova olan insan təvazökar olur. Bu dəyişiklik insanın deyil, Allahın işidir. İmanlı insan bəhrəni özü yaratmır. Ağac da öz bəhrəsini zorla əmələ gətirmir. O, torpaqdan qidalanır, günəşdən işıq alır, yağışdan su alır və nəticədə bəhrə yetişir. Eləcə də imanlı insan Allahla yaxınlıqda qaldıqca, müqəddəs ruh onun həyatında gözəl bəhrələr yetişdirir. Ən gözəl bəhrə isə insanın Allahı izzətləndirən həyatıdır. İnsanların tərifi keçicidir. Lakin Allahın razılığı əbədidir. Buna görə imanlı insan öz şöhrətini deyil, Allahın izzətini axtarmalıdır. Onun bütün davranışı, sözü, niyyəti və xidməti insanları özünə deyil, Allaha yönəltməlidir. Qoy Rəbb hər birimizin ürəyində öz müqəddəs ruhunun bəhrəsini gündən-gün artırsın. Qoy məhəbbətimiz səmimi, sevincimiz möhkəm, sülhümüz davamlı, səbrimiz geniş, mehribanlığımız həqiqi, yaxşılığımız təmiz, sədaqətimiz sarsılmaz, həlimliyimiz görünən və nəfsimiz Allahın iradəsinə tabe olsun. Belə olduqda həyatımız Allahın nurunu əks etdirəcək və insanlar gördükləri yaxşı işlərə görə göylərdə olan atamıza izzət verəcəklər. Amin. Müqəddəs ruhun rəhbərliyi. Əziz bacılar və qardaşlar, insan bu dünyada çoxlu yolların qarşısında dayanır. Hər gün seçim edir. Bəzən bu seçimlər kiçik görünür, bəzən isə bütün həyatı dəyişdirə bilir. İnsan öz ağlına güvənəndə tez-tez yanılır. Gördüyü hər şeyi doğru hesab edir, eşitdiyi hər sözə inanır, hiss etdiyi hər duyğunu həqiqət sayır. Lakin insanın baxışı məhduddur. Allah isə başlanğıcı da bilir, sonu da bilir. Buna görə imanlı insan öz yolunu yalnız öz düşüncəsi ilə deyil, Allahın rəhbərliyi ilə müəyyən etməlidir. Bu rəhbərliyi isə müqəddəs ruh həyata keçirir. Allah heç vaxt öz övladlarını başsız qoymur. O, insanı doğru yola çağırdıqdan sonra onu həmin yolda tək buraxmır. Necə ki, mehriban ata balaca övladının əlindən tutur və təhlükəli yoldan keçirir, eləcə də Allah müqəddəs ruh vasitəsilə imanlının həyatına rəhbərlik edir. Bu rəhbərlik məcburiyyət deyil. Allah insanı zorla idarə etmir. O, insanı öyrədir, xəbərdar edir, hikmət verir və doğru qərar verməyə yönəldir. İnsan çox Allahın rəhbərliyini yalnız böyük hadisələrdə axtarır. Halbuki Allah gündəlik həyatımızın hər sahəsində işləyir. Evdə danışdığımız sözlərdə, işdə gördüyümüz işdə, ailəmizə münasibətimizdə, qonşularla davranışımızda, ehtiyac içində olanlara münasibətimizdə, müqəddəs ruh bizi doğru yola yönəltmək istəyir. Allahın rəhbərliyi həmişə müqəddəs yazıya uyğundur. Müqəddəs ruh heç vaxt Allahın öz sözünə zidd yol göstərməz. Çünki müqəddəs yazının ilhamı da Allahdandır. Buna görə insan hansı düşüncənin Allahdan olduğunu ayırd etmək istəyirsə, onu müqəddəs yazının işığında yoxlamalıdır. Allahın sözü ilə uyğun gəlməyən heç bir düşüncə, müqəddəs ruhun rəhbərliyi ola bilməz. Bəzən insan ürəyində güclü bir istək hiss edir və onu Allahın iradəsi hesab edir. Lakin hər istək Allahdan gəlmir. İnsan öz arzularını da Allahın iradəsi kimi qəbul edə bilər. Buna görə imanlı insan yalnız hisslərinə deyil, dua etməyə, müqəddəs yazını oxumağa və Allahın huzurunda gözləməyə davam etməlidir. Allah tələsmir. O, öz vaxtında aydınlıq verir. Müqəddəs ruh insanı təkəbbürdən uzaqlaşdırır. İnsan özünü hər şeyi bilən hesab etdikdə,
Allahın səsini eşitməkdə çətinlik çəkir. Təvazökar insan isə öyrənməyə hazır olur. O bilir ki, Allahın hikməti insan hikmətindən sonsuz dərəcədə üstündür. Buna görə də o, öz qərarlarını dua ilə Allahın qarşısına gətirir. Allahın rəhbərliyi bəzən insanın istəklərinə uyğun olmur. İnsan geniş yolu seçmək istəyir, Allah isə dar yolu göstərir. İnsan asan yolu axtarır, Allah isə səbir tələb edən yolu göstərir. İnsan şöhrət istəyir, Allah isə təvazökarlığa çağırır. İnsan rahatlıq istəyir, Allah isə xidmətə dəvət edir. Belə anlarda imanlı insanın itaəti sınanır. İtaət yalnız razı qaldığımız zaman itaət etmək deyildir. Əsl itaət Allahın iradəsini tam başa düşməsək də ona etibar etməkdir. Uşaq atasının əlindən tutanda yolun bütün təhlükələrini bilmir. Amma atasına güvəndiyi üçün qorxmur. İmanlı da Allahın bütün planını görmür, lakin onun xeyirxahlığına güvənərək addımlayır. Müqəddəs ruh insanı günahdan uzaqlaşdırmaq üçün də xəbərdarlıq edir. Elə anlar olur ki, insan bir söz demək istəyir, lakin daxilində onu saxlayan sakit bir xəbərdarlıq hiss edir. Bəzən bir iş görmək istəyir, lakin vicdanı rahat olmur. Əgər bu xəbərdarlıq Allahın sözü ilə uyğun gəlirsə, insan ona qulaq asmalıdır. Çünki Allah öz övladını qorumaq istəyir. İnsan Allahın səsini eşitmək istəyirsə, əvvəlcə eşitdiyi səsə itaət etməlidir. İtaət etməyən ürək zamanla həssaslığını itirə bilər. Allah isə itaətkar ürəyi daha da böyüdür, ona daha çox hikmət verir və onu daha aydın şəkildə yönəldir. Müqəddəs ruh imanlıya hikmət verir. Biliklə hikmət eyni şey deyildir. İnsan çox şey bilə bilər, amma yenə də yanlış qərarlar verə bilər. Hikmət isə biliyi doğru yerdə və doğru zamanda işlətmək bacarığıdır. Bu hikmət Allahın bəxşişidir. Hikmət xüsusilə insanlarla münasibətdə görünür. Müqəddəs ruh insanı düşünmədən danışmaqdan qoruyur. O öyrədir ki, bəzən susmaq danışmaqdan daha xeyirlidir. Bəzən sərt söz deməkdənsə, yumşaq cavab vermək daha faydalıdır. Bəzən mübahisəni davam etdirməkdənsə, sülh yaratmaq Allahın iradəsinə daha uyğundur. Müqəddəs ruh insanı həqiqətə bağlı saxlayır. Dünyada yalan çoxdur. Aldadıcı sözlər çoxdur. Günah çox vaxt özünü gözəl göstərir. Lakin Allahın ruhu pərdəni qaldırır. O günahın sonunu göstərir. O həqiqətin yolunu işıqlandırır. Buna görə imanlı insan zahiri gözəlliyə deyil, Allahın baxdığı kimi baxmağa çalışmalıdır. Allahın rəhbərliyi insanı qorxudan azad edir. Bu demək deyildir ki, imanlı heç vaxt çətinlik görməyəcək. Əksinə, o da başqaları kimi sınaqlarla qarşılaşacaq. Lakin onun ürəyində bir əminlik olacaq. Allah onunladır. Bu əminlik insana böyük cəsarət verir. Çox vaxt Allah insanı yalnız rahat günlərdə deyil, çətin yollarla da yetişdirir. Çətinliklər imanlı insanın düşməni deyil. Allah onlardan istifadə edərək insanın imanını möhkəmləndirə, səbirini artıra və ürəyini özünə daha da yaxınlaşdıra bilər. Müqəddəs ruh belə günlərdə insanı ümidsizliyə yox, ümidə aparır. İnsan Allahın rəhbərliyi altında yaşadıkca qərarlarında tələskənlik azalır. O əvvəlcə dua etməyi öyrənir, sonra düşünür, daha sonra addım atır. Bu qayda insanı çox səhvlərdən qoruyur. Allahın rəhbərliyi altında verilən qərarlar daha möhkəm olur. Müqəddəs ruh insanı yalnız öz rahatlığını düşünməyə qoymur. O, başqalarının ehtiyacını da göstərir. Bəzən bir xəstəni ziyarət etmək, bir acı doyurmaq, bir kədərli insanı dinləmək, bir ehtiyac sahibinə kömək etmək, Allahın bizi yönəltdiyi yol ola bilər. Allah sevgisini çox vaxt insanların əlləri vasitəsilə göstərir. İmanlı insan hər gün özündən soruşmalıdır. Bugün mənim sözlərim Allahı izzətləndirdimi? Mənim davranışım insanları Allaha yaxınlaşdırdımı? Mənim qərarlarım Allahın iradəsinə uyğun oldumu? Bu suallar insanı daim ayıq saxlayır. Allahın rəhbərliyi heç vaxt insanı qaranlığa aparmır. Onun yolu paklıq yoludur. Onun yolu mərhəmət yoludur. Onun yolu doğruluq yoludur. Bu yolda bəzən əziyyət olsa da, sonunda Allahın razılığı vardır. Dünyanın geniş yolları ilk baxışda rahat görünə bilər, lakin onların sonu peşmanlıq ola bilər. Allahın yolu isə bəzən dar görünür, amma insanı həyata aparır. Gəlin ürəyimizi hər gün Allahın qarşısında açıq saxlayaq. Öz iradəmizi onun iradəsindən üstün tutmayaq. Öz hikmətimizə deyil, Allahın hikmətinə arxalanaq. Qoy müqəddəs ruh addımlarımıza istiqamət versin, sözlərimizi saflaşdırsın, qərarlarımıza hikmət bəxş etsin və bütün həyatımızı Allahın razılığına uyğun yaşamağımıza kömək etsin. Amin. Müqəddəs ruh və dua.
Əziz bacılar və qardaşlar, dua imanlı insanın nəfəsi kimidir. Nəfəs olmadan bədən yaşaya bilmədiyi kimi, dua olmadan da imanlı həyat güclü qala bilməz. Dua yalnız ehtiyac içində edilən yalvarış deyil, Allahla canlı ünsiyyətdir. O, insanın Yaradanına yaxınlaşması, ürəyini açması, sevincini bölüşməsi, günahını etiraf etməsi, şükür etməsi və onun iradəsini axtarmasıdır. Müqəddəs ruh isə bu müqəddəs ünsiyyətdə imanlıya kömək edən ilahi yardımçıdır. İnsan bəzən dua etməyin asan olduğunu düşünür. Lakin həqiqətdə səmimi dua insanın öz gücü ilə həmişə bacardığı iş deyildir. Günün qayğıları, dünyanın səs-küyü, yorğunluq, ümidsizlik, qorxu və müxtəlif düşüncələr insanın diqqətini dağıdır. Dodaqlar dua etsə də, ürək başqa yerdə ola bilər. Belə vaxtlarda müqəddəs ruh insanın ürəyini yenidən Allaha yönəldir. O, dağılmış fikirləri toplayır, qəlbi Allahın huzuruna gətirir. Allah insanın gözəl sözlər deməsinə möhtac deyildir. O, ürəyi görür. İnsan elə düşünə bilər ki, uzun və bəzəkli sözlər dua üçün vacibdir. Lakin Allah üçün ən qiymətli dua səmimi ürəkdən gələn duadır. Bəzən bir cümlə ilə deyilən yalvarış uzun nitqdən daha dəyərlidir. Bəzən göz yaşları sözlərdən daha çox danışır. Müqəddəs ruh insanı belə səmimiliyə aparır. Dua Allahı məlumatlandırmaq üçün edilmir. Allah bizim nə düşündüyümüzü, nəyə ehtiyacımız olduğunu, hansı yükü daşıdığımızı biz danışmamışdan əvvəl də bilir. Dua Allahın bilmədiyini ona demək deyil, öz ürəyimizi onun qarşısında açmaqdır. İnsan dua etdikcə Allah dəyişmir, insan dəyişir. Dua edən ürək yumşalır. Dua edən insan Allahın iradəsinə daha çox uyğunlaşır. Müqəddəs ruh insanı yalnız ehtiyac zamanı deyil, hər zaman dua etməyə çağırır. Təəssüf ki, insan çox vaxt hər şey yaxşı gedəndə duanı unudur. Çətinlik gələndə isə dərhal Allahı çağırır. Lakin Allah yalnız sıxıntı günlərinin Rəbbi deyildir. O, sevinc günlərinin də Rəbbidir. Buna görə imanlı insan bolluqda da dua etməli, darlıqda da dua etməli, sevincdə də şükür etməli, kədərdə də Allaha sığınmalıdır. Şükür duası çox qiymətlidir. İnsan bən sahib olduqlarına o qədər öyrəşir ki, onları adi hesab edir. Halbuki hər nəfəs, hər yeni gün, hər tikə çörək, hər stəkan su, ailə, dostlar, sağlamlıq, Allahın kəlamı və xilas ümidi onun bəxş etdiyi nemətlərdir. Şükür edən insan bu nemətlərin dəyərini daha yaxşı anlayır. Şikayət edən insan isə çox vaxt əlində olanları görə bilmir. Müqəddəs ruh insanın duasına təvazökarlıq gətirir. Təvazökar insan Allah qarşısında özünü böyük göstərməyə çalışmır. O bilir ki, hər yaxşı şey Allahın lütfüdür. O öz salehliyinə deyil, Allahın mərhəmətinə güvənir. Belə dua Allahın ürəyinə yaxındır. Dua yalnız istəmək deyil, dinləməkdədir. İnsan çox danışa bilər, amma Allahın cavabını gözləməyə səbir etməz. Müqəddəs ruh insanı sakit olmağa öyrədir. Allahın qarşısında dayanmağa, onun sözünü oxumağa, düşünməyə və onun rəhbərliyini gözləməyə kömək edir. Bəzən Allah cavabı dərhal verir, bəzən isə insanı gözləməklə yetişdirir. Allahın cavabı hər zaman insanın istədiyi kimi olmaya bilər. İnsan müəyyən bir qapının açılmasını istəyər, Allah isə onu bağlı saxlayar. İnsan müəyyən bir yükün dərhal götürülməsini istəyər, Allah isə ona həmin yükü daşımaq üçün güc verər. İnsan müəyyən bir yolu seçmək istəyər, Allah isə daha xeyirli olan başqa yolu göstərər. Müqəddəs ruh imanlıya Allahın hikmətinə etibar etməyi öyrədir. Dua insanın imanını möhkəmləndirir. Dua edən insan Allahın keçmişdə etdiyi yaxşılıqları xatırlayır. O görür ki, Allah onu neçə dəfə qoruyub, neçə dəfə çıxılmaz görünən vəziyyətdən çıxarıb, neçə dəfə gözləmədiyi yerdən kömək göndərib. Bu xatirələr yeni sınaqlarda da ona ümid verir. Müqəddəs ruh insanı yalnız özü üçün deyil, başqaları üçün də dua etməyə yönəldir. Ailə üçün dua etmək, xəstələr üçün dua etmək, çətinlik içində olanlar üçün dua etmək, sülh üçün dua etmək, həqiqəti axtaran insanlar üçün dua etmək Allahın iradəsinə uyğundur. Başqaları üçün dua edən insanın ürəyi genişlənir. O yalnız öz dərdini deyil, başqalarının yükünü də daşımağa başlayır. Dua insanı bağışlamağa da yaxınlaşdırır. Ürəyində kin saxlayan insanın duası ağırlaşır. Müqəddəs ruh isə insanın qəlbindəki acılığı üzə çıxarır və onu Allahın qarşısında buraxmağa çağırır. Bağışlamaq keçmişi bəyənmək deyil. Bağışlamaq, Allahın ədalətinə güvənərək ürəkdəki yükü ona təslim etməkdir. Dua zamanı insan öz zəifliyini daha aydın görür. Bu zəiflik onu ümidsiz etməməlidir. Əksinə, Allahın gücünə daha çox bağlamalıdır.
Çünki Allah öz gücünü çox vaxt insanın zəifliyi içində göstərir. Özünü hər şeyə qadir hesab edən insan Allahın köməyinə ehtiyac duymur. Öz acizliyini anlayan insan isə hər gün Rəbbə yaxınlaşır. Müqəddəs ruh dua edən insanın həyatını da dəyişir. Əgər insan hər gün dua edir, lakin sözləri, davranışı və xasiyyəti dəyişmirsə, o zaman öz ürəyini yoxlamalıdır. Həqiqi dua insanı Allahın iradəsinə yaxınlaşdırır. Allahın iradəsinə yaxınlaşan insan isə getdikcə onun xasiyyətini öz həyatında əks etdirməyə başlayır. Dua yalnız müəyyən bir vaxt üçün ayrılmış ibadət deyildir. İmanlı insan gün ərzində də ürəyini Allaha qaldıra bilər. İşdə olarkən, yolda gedərkən, qərar verərkən, çətinliklə üzləşərkən, sevinc yaşayarkən belə Allahı yada sala bilər. Belə həyat Allahla davamlı yaxınlıq həyatıdır. Müqəddəs ruh insanı dua vasitəsilə qoruyur. Dua edən insan günaha qarşı daha ayıq olur. O, öz zəifliyini bilir və Allahın köməyini istəyir. Dua etməyən ürək isə yavaş-yavaş öz gücünə arxalanmağa başlayır. Bu isə çox vaxt büdrəməyə səbəb olur. Allah heç vaxt səmimi duaya laqeyd qalmır. Onun cavabı bəzən bəli, bəzən gözlə, bəzən də xeyir olur. Lakin hər cavabın arxasında atanın hikməti və məhəbbəti dayanır. İnsan bunu dərhal anlamaya bilər, amma zaman keçdikcə Allahın yolunun daha doğru olduğunu görər. Qoy həyatımızda dua yalnız bir adət olmasın. Qoy dua Allahla canlı ünsiyyətimizə çevrilsin. Qoy müqəddəs ruh ürəyimizi dua üçün oyatsın. Düşüncəmizi Allahın huzuruna yönəltsin, imanımızı möhkəmləndirsin və bizi hər gün Rəbbə daha yaxın yaşamağa kömək etsin. Qoy dilimizdən çıxan sözlər də, ürəyimizin gizli düşüncələri də Allahın qarşısında pak və qəbul olunan olsun. Amin. Müqəddəs ruh və müqəddəslik. Əziz bacılar və qardaşlar, Allah insanı yalnız bağışlamaq üçün deyil, həm də dəyişdirmək üçün çağırır. Müqəddəs yazıda dəfələrlə Allahın müqəddəs olduğu bildirilir. O, günahdan uzaqdır, şərdən uzaqdır, yalandan uzaqdır. Buna görə də onun övladları da həyatlarını müqəddəslik yolunda yaşamağa çağırılırlar. Müqəddəslik insanın özünü başqalarından üstün hesab etməsi deyil. Müqəddəslik Allah üçün ayrılmış həyat yaşamaqdır. Müqəddəs ruh isə imanlını məhz bu həyata doğru aparır. İnsan öz gücü ilə tam pak yaşaya bilməz. Nə qədər çalışsa da zəiflikləri ilə qarşılaşacaqdır. Buna görə Allah insanı tək qoymamışdır. O, öz müqəddəs ruhunu vermişdir ki, imanlı günahla mübarizədə tək qalmasın. Allah heç vaxt insandan bacarmadığı şeyi tələb edib onu köməksiz buraxmır. O, çağırdığı yolda getmək üçün də güc verir. Müqəddəslik hər şeydən əvvəl ürəkdən başlayır. İnsan başqalarının qarşısında salih görünə bilər, amma Allah ürəyi görür. Pis düşüncə, paxıllıq, kin, tamah, ikiyüzlülük və gizli günahlar da Allahın nəzərində günahdır. Müqəddəs ruh insanın yalnız görünən davranışını deyil, görünməyən daxili aləmini də dəyişdirməyə başlayır. Allah insanın zahirinə baxdığı qədər daxilinə də baxır. Təmiz söz danışmaq gözəldir, lakin təmiz ürəyə sahib olmaq daha qiymətlidir. İnsan yaxşı işlər görə bilər, amma bunları şöhrət qazanmaq üçün edərsə, məqsəd artıq dəyişmiş olar. Müqəddəs ruh insanın niyyətini də saflaşdırır. O öyrədir ki, hər yaxşı iş Allahın razılığı üçün görülsün. Müqəddəslik dünyadan qaçmaq demək deyildir. Allah imanlı insanı bu dünyanın içində yaşamağa çağırır. O ailə qurur, işləyir, insanlarla görüşür, cəmiyyət içində yaşayır. Lakin onun düşüncəsi və həyat tərzi dünyanın günahlı axınına tabe olmur. O, qaranlıq içində yanan çıraq kimi yaşamalıdır. Dünya çox vaxt insana asan yolu göstərir. Hamı belə edir. Bunda nə var? Heç kim bilməyəcək kimi düşüncələr insanı günaha yaxınlaşdırır. Lakin müqəddəs ruh imanlıya xatırladır ki, insanların görmədiyini Allah görür. Gizli qalan heç bir şey Allahdan gizli deyildir. İnsan günahı kiçik hesab etməyə başlayanda təhlükə yaranır. Böyük ağac da kiçik toxumdan başlayır. Böyük yanğın da kiçik qığılcımdan alovlanır. Günah da çox vaxt kiçik görünən güzəştlərlə başlayır. Müqəddəs ruh insanı məhz başlanğıcda xəbərdar edir. Çünki Allah övladının büdrəməsini istəmir. Müqəddəslik insanın danışığında da görünməlidir. Dil Allahın böyük bəxşişidir. Onunla dua edirik, təsəlli veririk, həqiqəti söyləyirik. Lakin həmin dillə yalan danışmaq, böhtan atmaq, təhqir etmək, başqasını alçaltmaq Allahın iradəsinə uyğun deyildir. Müqəddəs ruh dili də tərbiyə edir.
O öyrədir ki, sözlərimiz yaralamaq üçün deyil, şəfa vermək üçün işlədilsin. İmanlı insanın baxışları da müqəddəs olmalıdır. İnsan gözləri ilə çox şey görür. Gördükləri ürəyinə təsir edir. Buna görə müqəddəs ruh insanı pisliyə baxmaqdan, günahı adi hesab etməkdən və ürəyi çirkləndirən şeylərdən uzaqlaşdırmağa çalışır. Təmiz baxış, təmiz düşüncəyə yol açır. Qulaqlarımız da eşitdiklərindən təsirlənir. Yalan, böhtan, dedikodu və pis sözlər insanın ürəyini ağırlaşdırır. Allahın sözü isə iman yaradır. Buna görə imanlı insan nəyi dinlədiyinə də diqqət etməlidir. Müqəddəs ruh insanı həqiqətə yaxınlaşdırır və faydasız sözlərdən uzaqlaşdırır. Əllərimiz də müqəddəslik üçün işləməlidir. Allah əllərimizi pislik etmək üçün deyil, xeyirxahlıq etmək üçün vermişdir. Əllərimiz zəhmət çəkməli, ehtiyac sahibinə uzanmalı, yorulana dayaq olmalı, yaxşı işlər görməlidir. Allah xeyir üçün çalışan əlləri sevir. Ayaqlarımız da Allahın göstərdiyi yolla getməlidir. İnsan hara getdiyinə diqqət etməlidir. Onu günaha aparan yerlərdən uzaq durmalıdır. Allahın razılığına uyğun olan yerlərə getməyə çalışmalıdır. Çünki insanın addımları da onun həyatını formalaşdırır. Müqəddəslik ailədə də görünməlidir. Əgər insan yalnız başqalarının yanında yaxşı görünür, evdə isə kabud, səbirsiz və sevgisiz davranırsa, onun həyatında hələ dəyişməli çox şey vardır. Allah ilk növbədə ailəmizdə necə yaşadığımıza baxır. Müqəddəs ruh ər-arvad arasında məhəbbəti, valideynlə övlad arasında hörməti, ailə üzvləri arasında bağışlamağı və sədaqəti möhkəmləndirir. Müqəddəslik iş həyatında da görünməlidir. Dürüst işləmək, əmanətə sahib çıxmaq, aldatmamaq, haqsız qazancdan uzaq durmaq Allahın iradəsinə uyğundur. İnsan yalnız bazar günü deyil, həftənin hər günü Allahın övladı olduğunu unutmamalıdır. Müqəddəs ruh insanı şöhrət axtarmaqdan uzaqlaşdırır. Dünyada insanlar görünmək istəyirlər, təriflənmək istəyirlər. Lakin Allahın övladı etdiyi yaxşı işləri öz şöhrəti üçün deyil, Allahın izzəti üçün edir. O bilir ki, insanın alqışı keçicidir, Allahın razılığı isə əbədidir. Müqəddəslik insanın başqalarına münasibətində də özünü göstərir. Bağışlamaq, mərhəmət göstərmək, kasıba əl tutmaq, zəifi əzməmək, yetimin haqqını yeməmək, dul qadına qayğı göstərmək Allahın ürəyinə yaxın olan işlərdir. Müqəddəs ruh insanın qəlbində bu hissləri gücləndirir. İmanlı insan müqəddəslik yolunda büdrəyə bilər. Lakin o yerdə qalmalı deyildir. Allah tövbə qapısını açıq saxlamışdır. Müqəddəs ruh insanı ümidsizliyə yox, tövbəyə çağırır. Günahını etiraf edən, onu tərk edən və Allahın mərhəmətinə sığınan insan bağışlanma tapır. Allah səmimi qəlblə ona dönən insanı geri çevirmir. Müqəddəslik bir günün işi deyildir. Bu, ömür boyu davam edən bir yoldur. Hər gün insan yeni seçimlər edir. Hər gün Allahın iradəsinə itaət etməyi öyrənir. Hər gün müqəddəs ruh onu bir qədər də dəyişdirir. Yavaş-yavaş Allahın xasiyyəti onun həyatında daha aydın görünməyə başlayır. Bu yol bəzən çətin görünə bilər. Lakin Allah heç vaxt öz övladını tək qoymur. Müqəddəs ruh ona güc verir, təsəlli verir, ayağa qaldırır və yenidən doğru yolda yeriməsinə kömək edir. Allah başladığı işi yarımçıq qoyan Allah deyildir. O, ona güvənənlərin həyatında işləməyə davam edir. Qoy ürəklərimiz hər gün Allahın huzurunda açıq olsun. Qoy düşüncələrimiz paklaşsın, sözlərimiz xeyir gətirsin, əllərimiz yaxşılıq etsin, addımlarımız doğru yolda olsun və bütün həyatımız Allahın müqəddəsliyini əks etdirsin. Qoy müqəddəs ruh bizi hər gün yeniləsin, möhkəmləndirsin və Allahın razılığına uyğun yaşamağımıza kömək etsin. Amin. Müqəddəs ruh və Allahın sözü. Əziz bacılar və qardaşlar, Allah insanlarla danışan Allahdır. O insanı yaratdı, onu başsız buraxmadı, yolunu itirməsinə razı olmadı. Tarixin müxtəlif dövrlərində öz iradəsini peyğəmbərlər vasitəsilə bildirdi, sonra isə öz həqiqətini müqəddəs yazıda insanlara çatdırdı. Buna görə Allahın sözü imanlı həyatının möhkəm təməlidir. Bu sözü başa düşmək, sevmək və ona itaət etmək üçün isə müqəddəs ruhun köməyinə ehtiyacımız vardır. Müqəddəs yazını adi kitab kimi oxumaq olar. Onun hadisələrini öyrənmək, adları əzbərləmək, tarixləri yadda saxlamaq mümkündür. Lakin bunlar hələ Allahın sözünün insanın ürəyində yaşaması demək deyildir. Allahın sözü yalnız ağılda qalanda bilik olur. Ürəyə enəndə isə həyata çevrilir. Bu işi həyata keçirən müqəddəs ruhdur.
Bəzən insan eyni ayəni dəfələrlə oxuyur, lakin onun mənasını tam dərk etmir. Sonra həyatında elə bir gün gəlir ki, həmin ayəni yenidən oxuyur və sanki ilk dəfə eşidirmiş kimi təsirlənir. Çünki Allahın ruhu həmin sözü onun ürəyinə açır. İnsan anlayır ki, Allah bu sözlə məhz ona müraciət edir. Allahın sözü yalnız məlumat vermək üçün yazılmamışdır. O, insanı dəyişdirmək üçün verilmişdir. Günəş torpağı necə isidirsə, yağış torpağı necə canlandırırsa, Allahın sözü də insanın ruhunu dirildir. Lakin torpaq toxumu qəbul etməlidir. Eyni ilə insan da Allahın sözünü açıq ürəklə qəbul etməlidir. Müqəddəs ruh insanın ürəyini Allahın sözünü qəbul etməyə hazırlayır. Qürurlu ürək öyrənmək istəmir. Təkəbbürlü insan hər şeyi bildiyini düşünür. Təvazökar insan isə Allahdan öyrənməyə hazır olur. Buna görə Allah öz sözünü məhz təvazökar ürəklərdə daha bol bəhrələndirir. Allahın sözü həyatın bütün sahələrinə işıq salır. İnsan ailədə necə davranmalıdır? Qonşusuna necə münasibət göstərməlidir? Yoxsula necə kömək etməlidir? Düşməninə necə yanaşmalıdır? Çətinlik qarşısında necə dayanmalıdır? Bunların hamısına Allahın sözündə yol göstərilir. Müqəddəs ruh isə bu həqiqətləri gündəyata tətbiq etməyə kömək edir. İnsan çox vaxt yalnız xoşuna gələn ayələri qəbul etmək istəyir. Təsəlli verən ayələri sevir, amma tövbəyə çağıran ayələri eşitmək istəmir. Mərhəmətdən danışan ayələri qəbul edir. Lakin itaət tələb edən ayələri ağır hesab edir. Halbuki Allahın sözünün hamısı xeyir üçündür. Müqəddəs ruh insanı seçərək deyil, bütöv şəkildə Allahın sözünə itaət etməyə çağırır. Allahın sözü güzgüyə bənzəyir. İnsan güzgüyə baxanda üzündəki ləkəni görür. Güzgü həmin ləkəni yaratmır, sadəcə göstərir. Allahın sözü də ürəyimizdə olan günahı üzə çıxarır. O, bizə kim olduğumuzu göstərir. Müqəddəs ruh isə bizi həmin günahdan təmizlənmək üçün tövbəyə yönəldir. İnsan bəzən Allahın sözünü başqaları üçün oxuyur. Fikirləşir ki, bu ayə filan kəs üçündür, bu xəbərdarlıq başqasına aiddir. Lakin Allah hər şeydən əvvəl öz sözü ilə bizim ürəyimizə müraciət edir. Müqəddəs ruh insanı başqalarını deyil, əvvəlcə özünü yoxlamağa çağırır. Allahın sözünü oxumaq tələsməklə olmaz. Dünyəvi kitabı tez oxumaq mümkündür, amma müqəddəs yazını düşünərək oxumaq lazımdır. Hər ayə üzərində dayanmaq, dua etmək, Allahdan hikmət istəmək və Rəbb bu sözlə mənə nə öyrətmək istəyirsən deyə soruşmaq lazımdır. Müqəddəs ruh belə oxunuşu bərəkətli edir. Allahın sözü imanlı insanı yalandan qoruyur. Dünyada çoxlu yanlış düşüncələr vardır. İnsanlar hər gün müxtəlif fikirlər eşidir, müxtəlif çağrışlarla qarşılaşırlar. Əgər imanlı Allahın sözünü yaxşı tanımırsa, doğru ilə yalanı ayırmaqda çətinlik çəkə bilər. Müqəddəs ruh Allahın sözünü yada salaraq insanı aldadıcı yollardan qoruyur. Allahın sözü çətin günlərdə də böyük təsəlli verir. Xəstəlik gələndə, itki yaşananda, gələcək naməlum görünəndə insanın ürəyi narahat olur. Belə vaxtlarda Allahın vədləri qaranlıq gecədə yanan çıraq kimi yol göstərir. Müqəddəs ruh bu vədləri insanın qəlbində canlı saxlayır və ümidi söndürməyə qoymur. Allahın sözü insanı cəsarətləndirir. O xatırladır ki, Allah öz xalqını heç vaxt tərk etməmişdir. Tarix boyu ona güvənən insanlara dayaq olmuşdur. Bu həqiqət bugünkü imanlı üçün də dəyişməmişdir. Allah dünən necə idisə, bugün də elədir və əbədiyyət boyu da dəyişməyəcəkdir. Müqəddəs ruh insanın yaddaşını da işıqlandırır. Vaxtı gələndə Allahın sözü insanın yadına düşür. Elə bir ayə xatırlanır ki, məhz həmin anda ona ehtiyac vardır. Bu, Allahın ruhunun sakit və xeyirxah işidir. O, Allahın sözünü yalnız oxunan səhifələrdə deyil, ürəkdə də yaşadır. Allahın sözünü bilmək kifayət deyildir. Ona itaət etmək lazımdır. Evini qaya üzərində tikən insan kimi, Allahın sözünü eşidib yerinə yetirən insanın həyatı da möhkəm olur. Fırtınalar gələcək, sınaqlar olacaq, çətinliklər yaşanacaq. Lakin təməli Allahın sözü olan həyat dağılmayacaq. İtaət hər zaman asan olmur. Bəzən Allahın sözü insanın istəklərinə qarşı çıxır. Bəzən bağışlamağı, bəzən təvazökar olmağı, bəzən səbir göstərməyi tələb edir. Lakin müqəddəs ruh imanlıya yalnız həqiqəti göstərmir. Onu həyata keçirmək üçün də güc verir. Allahın sözü ailələr üçün də böyük nemətdir. Evdə Allahın sözü oxunan zaman uşaqlar onu eşidir, valideynlər öyrənir, ailə üzvləri birlikdə dua edir və Allahın huzurunda böyüyürlər. Belə evlərdə çətinliklər ola bilər, amma onların təməli möhkəm olur. Allahın sözü heç vaxt köhnəlmir.
Zaman dəyişir, insanlar dəyişir, cəmiyyət dəyişir, amma Allahın həqiqəti dəyişmir. Dünən doğru olan bu gün də doğrudur. Dünən günah olan bu gün də günahdır. Dünən xeyir olan bu gün də xeyirdir. Müqəddəs ruh imanlıya bu dəyişməz həqiqətlərə sadiq qalmaq üçün güc verir. Qoy Allahın sözü hər gün ürəyimizdə yaşasın. Qoy onu yalnız oxuyan deyil, yerinə yetirən insanlar olaq. Qoy müqəddəs ruh düşüncəmizi işıqlandırsın, ürəyimizi yumşaltsın, bizə hikmət versin və Allahın sözünü həyatımızın hər sahəsində həyata keçirməyə kömək etsin. Belə olduqda həyatımız möhkəm təmtəməl üzərində qurulacaq və heç bir fırtına bizi Allahdan ayıra bilməyəcəkdir. Amin. Müqəddəs ruh və təsəlli. Əziz bacılar və qardaşlar, insan həyatı sevinc və kədərin bir-birini əvəz etdiyi uzun bir yoldur. Elə günlər olur ki, insanın ürəyi sevinclə dolur. Elə günlər də gəlir ki, gözlər yaşla dolur, sözlər boğazda düyünlənir, ümid zəifləyir, güc tükənir. Yer üzündə elə bir insan yoxdur ki, kədər görməsin, itki yaşamasın, çətinliklə qarşılaşmasın. Lakin Allah öz övladlarını belə günlərdə tək buraxmır. O, öz müqəddəs ruhu ilə onların yanında olur. Onlara təsəlli verir, onları möhkəmləndirir və yenidən ayağa qaldırır. İnsan təsəllini çox yerdə axtarır. Bəziləri onu var dövlətdə axtarır, bəziləri şöhrətdə, bəziləri insanların tərifində, bəziləri isə keçici əyləncələrdə. Lakin bunların heç biri qəlbin dərin yarasını sağalda bilmir. İnsan ürəyinin boşluğunu yalnız Allah doldura bilər. Çünki insanı yaradan odur və insanın ən dərin ehtiyacını ondan yaxşı heç kim bilmir. Müqəddəs ruhun verdiyi təsəlli dünyanın təsəlləsinə bənzəmir. Dünya çox vaxt yalnız söz verir. Allah isə öz hüzurunu verir. İnsanların sözləri bəzən təsəlli edə bilər. Lakin Allahın yaxınlığı insanın ürəyində sarsılmaz bir arxayınlıq yaradır. Elə olur ki, çətinlik hələ davam edir, xəstəlik hələ sağalmayıb, problem hələ həll olunmayıb, amma insanın ürəyində qəribə bir rahatlıq vardır. Bu rahatlıq Allahın bəxş etdiyi təsəllidir. Allah insanın hər göz yaşını görür. İnsan bəzən dərdini heç kimə danışmır. Gecələr gizlicə ağlayır. Heç kəs onun ürəyində baş verənləri bilmir. Lakin Allah bilir. O gizlində axan göz yaşlarını da görür, dilə gətirilməyən ahları da eşidir, qırılmış ürəyi də tanıyır. Müqəddəs ruh məhz belə anlarda insanın yanında olur. Bəzən insan elə düşünür ki, onu heç kim başa düşmür. Dostları anlamır, yaxınları anlamır, insanlar onun çəkdiyi ağrını hiss etmir. Bu hiss çox ağırdır. Lakin Allahın ruhu insanı xatırladır ki, Rəbb onu tamamilə tanıyır. Onun keçmişini də bilir, bugününü də görür, gələcəyini də əlində saxlayır. Buna görə imanlı insan heç vaxt tamamilə tənha deyildir. Müqəddəs ruh ümidsizliyi ümidlə əvəz edir. Ümidsizlik insanın gücünü əlindən alır. İnsan gələcəyə baxmaq istəmir. Hər şey ona qaranlıq görünür. Lakin Allahın ruhu insanın baxışını dəyişir. O, çətinliyin böyüklüyünə deyil, Allahın böyüklüyünə baxmağı öyrədir. Çünki Allah üçün çıxılmaz vəziyyət yoxdur. İnsan bəzən Allahın niyə sustuğunu anlaya bilmir. Dua edir, cavab gözləyir, amma gözlədiyi dəyişiklik baş vermir. Belə vaxtlarda şeytan insanın ürəyinə şübhə salmağa çalışır. Allah səni unutdu, sənin duan qəbul olunmadı, artıq ümid yoxdur kimi düşüncələr gətirir. Müqəddəs ruh isə imanlının ürəyində Allahın vədlərini yenidən canlandırır. O xatırladır ki, Allah heç vaxt öz övladlarını unutmur. Allahın təsəllisi insanı zəif etməz, əksinə onu möhkəmləndirər. Allah insanın bütün çətinliklərini dərhal götürməyə də bilər. Lakin həmin çətinlikləri daşımaq üçün ona yeni güc verər. Bu güc insanın özündən gəlmir. Bu, Allahın bəxş etdiyi mənəvi qüvvədir. Müqəddəs ruh qorxunu da aradan qaldırır. İnsan gələcəkdən qorxur, sabahın necə olacağını bilmir. Xəstəlikdən qorxur, yoxsulluqdan qorxur, ayrılıqdan qorxur, ölümdən qorxur. Lakin Allahın ruhu imanlıya xatırladır ki, Allah sabaha da hakimdir. Bugün necə onun əlindədirsə, sabah da onun əlindədir. İnsan keçmişdə etdiyi səhvlərə görə də çox əzab çəkə bilər. Günahlarının ağırlığı onu sıxa bilər. Kaş belə etməzdim, kaş o sözü deməzdim, kaş o yolu seçməzdim deyə düşünə bilər. Əgər insan tövbə etmişdirsə, Allah onu bağışlayır. Müqəddəs ruh da bağışlanmış günahların yükünü yenidən insanın çiyinlərinə qoymur. O, insanı Allahın mərhəmətinə güvənməyə çağırır. Müqəddəs ruh kədər içində olan insanı başqalarına da təsəlli verməyə hazırlayır.
Öz dərdini yaşamış insan başqasının göz yaşını daha yaxşı anlayır. Allah onun çəkdiyi əzablardan da xeyir çıxara bilər. Çünki təsəlli tapmış insan başqalarına da təsəlli verməyi öyrənir. İmanlı insanın təsəllisi yalnız bu dünya ilə məhdudlaşmır. Onun ümidi Allahın əbədi vədlərinə bağlıdır. Bu dünya keçicidir. Burada hər sevinç də keçicidir, hər kədər də. Lakin Allahın padşahlığında nə gözyaşı olacaq, nə ölüm, nə ayrılıq, nə də ağrı. Bu ümid insanın ürəyini möhkəmləndirir və onu sınaqlar içində ayaqda saxlayır. Müqəddəs ruh insanı şikayət edən deyil, şükür edən insana çevirir. Bu o demək deyildir ki, imanlı heç vaxt ağlamayacaq. Müqəddəs yazıda Allahın qulları da ağlamışlar. Lakin onların göz yaşlarının içində belə Allaha etibar vardı. Onlar kədərləndilər, amma ümidsiz olmadılar. Ağladılar, amma Allahdan üz döndərmədilər. Allahın təsəllisini alan insan, başqalarının dərdinə də biganə qalmır. O, ağlayanla birlikdə ağlayır, sevinənlə birlikdə sevinir. Çünki Allahın ruhu insanın ürəyini mərhəmətlə doldurur. Belə insan sərt ürəkli olmur. Başqasının ağrısını görməməzlikdən gəlmir. Çətin günlərdə insanın imanı sınaqdan keçir. Lakin məhz həmin günlərdə Allahın yaxınlığı daha aydın hiss olunur. Çox imanlılar sonralar geriyə baxanda deyirlər ki, ən ağır günlərində Allah onlara ən yaxın olmuşdur. O günlərdə aldıqları təsəlli onların bütün həyatını dəyişdirmişdir. Allahın təsəllisi keçici his deyil. O, insanın daxilində kök salan ümiddir. Bu ümid fırtınalarda sarsılmır. O bilir ki, Allahın iradəsi yaxşıdır, Allahın vaxtı mükəmməldir və Allahın məhəbbəti heç vaxt tükənmir. Buna görə imanlı insan göz yaşları içində belə ümidini qoruyur. Qoy ürəyimiz hansı vəziyyətdə olursa olsun, üzümüzü Allaha çevirək. Sevincimizdə də, kədərimizdə də, güclü olduğumuz günlərdə də, zəif qaldığımız anlarda da Rəbbə sığınaq. Qoy müqəddəs ruh yaralı ürəklərimizi sağaltsın, yorğun ruhumuzu qüvvətləndirsin, qorxularımızı aradan qaldırsın və bizə Allahın dəyişməyən məhəbbəti içində yaşamağı öyrətsin. O zaman heç bir çətinlik bizi Allahın mərhəmətindən ayıra bilməyəcək. Amin. Müqəddəs ruh və birlik. Əziz bacılar və qardaşlar, Allah insanı təklik üçün yaratmamışdır. O, insanın həm Allahla, həm də başqa insanlarla sevgi və birlik içində yaşamasını istəmişdir. Günah isə bu birliyi pozmuşdur. Günah insanı Allahdan uzaqlaşdırmış, insanı insana qarşı çıxarmış, ailələri parçalamış, dostluqları dağıtmış, xalqlar arasında düşmənçilik yaratmışdır. Lakin Allahın işi ayırmaq deyil, barışdırmaqdır. Müqəddəs ruh da imanlıların ürəyində bu ilahi birliyi bərpa etmək üçün çalışır. Həqiqi birlik insanların hər məsələdə eyni fikirdə olması demək deyildir. İnsanların düşüncələri, xasiyyətləri, bacarıqları və həyat təcrübələri müxtəlifdir. Allah insanları bir-birinin surəti kimi yaratmamışdır. O, hər birinə fərqli xüsusiyyətlər vermişdir. Lakin bu fərqlər ayrılıq səbəbi deyil, bir-birimizi tamamlamaq üçün verilmişdir. Müqəddəs ruh müxtəlif insanları bir ürəkdə və bir məqsəddə birləşdirir. Birliyin əsası Allah sevgisidir. Əgər insan yalnız özünü düşünürsə, birlik uzun sürməz. Qürur olan yerdə mübahisə artır. Tamah olan yerdə narazılıq artır. Paxıllıq olan yerdə sevinc yox olur. Bağışlanmaq olan yerdə isə münasibətlər dağılır. Müqəddəs ruh insanın ürəyindən bu pis kökləri çıxarmağa başlayır və onların yerinə məhəbbət, mərhəmət və təvazökarlıq əkir. Allahın övladları bir-birlərini rəqib kimi görməməlidirlər. Başqasının uğruna paxıllıq etmək Allahın iradəsinə uyğun deyildir. Əksinə, imanlı insan başqasının sevincinə sevinməyi bacarmalıdır. Allah hər kəsə fərqli bəxşişlər vermişdir. Birinin aldığı bəxşiş digərinin itkisi deyildir. Allahın xəzinəsi tükənməzdir. Müqəddəs ruh insanı dinləməyi də öyrədir. Çox vaxt insanlar danışmağa tələsirlər, dinləməyə isə tələsmirlər. Halbuki diqqətlə dinləyən insan qarşısındakı insanın dərdini daha yaxşı anlayır. Dinləmək hörmət əlamətidir. Dinləmək sevgini göstərir. Dinləmək tələskən hökmlərin qarşısını alır. Birlik ailədən başlayır. Əgər ailədə sevgi yoxdursa, insanın başqa yerlərdə birlikdən danışması çətin olar. Müqəddəs ruh ailədə ər-arvadın bir-birinə sədaqətlə yanaşmasına, valideynlərin övladlarını məhəbbətlə böyütməsinə, övladların valideynlərinə hörmət göstərməsinə kömək edir. Belə ailələr cəmiyyət üçündə xeyir mənbəyinə çevrilirlər. Birlik bağışlamağı tələb edir. İnsanlar bir-birlərini incidəcəklər.
Səhvlər olacaq. Yanlış sözlər deyiləcək. Əgər heç kim bağışlamağı öyrənməzsə, heç bir münasibət uzun sürməz. Allah bizi dəfələrlə bağışlamışdır. Buna görə biz də başqalarını bağışlamağa hazır olmalıyıq. Bağışlamaq edilən pisliyi yaxşı hesab etmək deyil, kin yükünü ürəkdə daşımamaqdır. Müqəddəs ruh dedikodudan da uzaqlaşdırır. Dedikodu görünməyən od kimidir. O, insanlar arasında etibarı məhv edir, dostluqları dağıdır, ailələrə zərər vurur. Allahın övladı eşitdiyi hər sözü yaymamalıdır. Əksinə sülh yaradan, etibarı qoruyan insan olmalıdır. Allahın ruhu təvazökarlığı sevir. Təvazökar insan hər mübahisədə özünü haqlı çıxarmağa çalışmır. O, səhv etdiyini görəndə üzr istəyə bilir. Bağışlanma diləmək insanı kiçiltmir. Əksinə onun mənəvi yetkinliyini göstərir. Öz səhvini etiraf edən insan Allahın qarşısında da səmimi olur. Birlik xidmət ruhu ilə möhkəmlənir. İnsan yalnız mənə nə edəcəklər deyə düşünəndə narazılıq artır. Mən necə kömək edə bilərəm deyə düşündükdə isə sevgi artır. Müqəddəs ruh insanı xidmət etməyə yönəldir. Çünki xidmət edən ürək özünü deyil, başqalarının xeyrini düşünür. Allahın övladları bir-birlərinin yükünü daşımalıdırlar. Sevinci bölüşmək gözəldir, amma kədəri bölüşmək daha böyük sevgidir. Xəstəni ziyarət etmək, ehtiyac sahibinə əl tutmaq, ümidsiz insanı ruhlandırmaq, yorulana dayaq olmaq Allahın razı qaldığı işlərdəndir. Müqəddəs ruh insanı belə mərhəmətli həyata çağırır. Birlik həqiqət üzərində qurulmalıdır. Yalan üzərində qurulan birlik uzun sürməz. Günahı gizlətmək birlik deyil. Allahın həqiqətinə sadiq qalaraq sevgi ilə yaşamaq həqiqi birlikdir. Müqəddəs ruh həm həqiqəti qoruyur, həm də məhəbbəti artırır. Bu ikisini bir-birindən ayırmaq olmaz. İnsan başqalarını dəyişdirməyə çalışmazdan əvvəl öz ürəyini Allahın qarşısında yoxlamalıdır. Çox vaxt mübahisələrin böyüməsinin səbəbi hər iki tərəfin yalnız qarşı tərəfin səhvlərini görməsidir. Müqəddəs ruh isə əvvəlcə insanın öz qəlbinə işıq salır. Öz nöqsanlarını görən insan başqalarına qarşı daha mərhəmətli olur. Allahın verdiyi birlik qorunmalıdır. Birliyi yaratmaq çətin olduğu kimi, onu qorumaq da zəhmət tələb edir. Bunun üçün dua lazımdır, səbir lazımdır, bağışlama lazımdır, təvazökarlıq lazımdır. Bunların hamısını isə Allahın ruhu insanın həyatında yetişdirir. Müqəddəs ruh bizi bir-birimizə qarşı mehriban olmağa çağırır. Kabut söz ürəyi yaralayır, yumşaq söz isə qəlbi açır. Sərt münasibət insanı uzaqlaşdırır, sevgi isə yaxınlaşdırır. Buna görə imanlı insanın dili xeyir gətirməli, sözləri təsəlli verməli, davranışı isə Allahın mərhəmətini göstərməlidir. Dünyada insanlar çox vaxt bölünürlər. Fikir ayrılığı düşmənçiliyə çevrilir. Maraqlar sevgidən üstün tutulur. Lakin Allahın övladları fərqli yol seçməlidirlər. Onlar sülh yaradan insanlar olmalıdırlar. Harada dava varsa, oraya barış aparmalıdırlar. Harada nifrət varsa, oraya məhəbbət aparmalıdırlar. Harada ümidsizlik varsa, oraya ümid aparmalıdırlar. Müqəddəs ruh insanı yalnız Allahla deyil, başqaları ilə də düzgün münasibətdə yaşamağa çağırır. Çünki Allahı sevən insan, onun yaratdığı insanları da sevməlidir. Bu sevgi sözdə deyil, gündəlik həyatda görünməlidir. Məhz belə həyat Allahın izzətini əks etdirir. Qoy Rəbb ürəklərimizdə hər cür kinə, paxıllığa, qürura və ayrılığa yer qoymasın. Qoy müqəddəs ruh bizi təvazökar, mərhəmətli, bağışlayan, xidmət edən və sülh yaradan insanlar etsin. Qoy həyatımızda görünən birlik insanları bizə deyil, bizi birləşdirən Allaha yönəltsin və onun müqəddəs adını ucaltsın. Amin. Müqəddəs ruh və şahidlik. Əziz bacılar və qardaşlar, Allah insanı yalnız öz mərhəmətini qəbul etmək üçün çağırmır. O, həm də insanı öz həqiqətinin şahidi olmağa dəvət edir. Şahid olmaq yalnız danışmaq demək deyildir. Şahid olmaq hər şeydən əvvəl yaşamaqdır. İnsan dili ilə Allahdan danışa bilər, lakin həyatı onun həqiqətini inkar edərsə, sözlərinin təsiri azalar. Müqəddəs ruh imanlı insanı elə dəyişdirir ki, onun həyatı özü danışmağa başlayır. Allahın nuru qaranlıqda daha aydın görünür. Eyni ilə Allahın övladının həyatı da bu dünyanın içində fərqli olmalıdır. İnsanlar onun doğruluğunu, mərhəmətini, səbirini, bağışlamağını və sevgisini görəndə Allahın işini hiss etməlidirlər. Ən güclü şahidlik çox vaxt ucadan deyilən söz deyil, sakit və müqəddəs həyatdır. Müqəddəs ruh imanlıya cəsarət verir.
İnsan bəzən həqiqəti söyləməkdən çəkinir. İnsanların nə deyəcəyindən qorxur. Rədd edilməkdən, lağa qoyulmaqdan və ya tək qalmaqdan ehtiyat edir. Lakin Allahın ruhu ona xatırladır ki, insanlardan əvvəl Allahın razılığı axtarılmalıdır. Allahın razılığı insanların alqışından daha qiymətlidir. Şahidlik məcburiyyət deyildir. Allah heç kəsi zorla özünə tərəf gətirmir. O, insanın qəlbini məhəbbətlə çağırır. Buna görə imanlı insan da həqiqəti sevgi ilə çatdırmalıdır. Kabudluq, qəzəb və lovğalıq Allahın işini böyütmür. Yumşaqlıq, mərhəmət və həqiqət isə ürəklərin açılmasına səbəb ola bilər. Müqəddəs ruh insana doğru zamanı da öyrədir. Hər həqiqət hər anda deyilmir. Bəzən əvvəlcə dinləmək lazımdır. Bəzən ağlayan insanın yanında susmaq uzun sözdən daha faydalıdır. Bəzən isə Allah elə bir imkan yaradır ki, insanın bir cümləsi başqasının həyatında dönüş nöqtəsinə çevrilir. Hikmətlə danışmaq da Allahın bəxşişidir. Şahidlik yalnız yad insanlar qarşısında olmur. Ən çətin şahidlik çox vaxt ailədə olur. İnsan evində necə yaşayırsa, həqiqi həyatı odur. Əgər insan evdə səbirsiz, kabud və sevgisizdirsə, kənarda dediyi sözlər inandırıcı olmaz. Müqəddəs ruh imanlını əvvəlcə evində dəyişdirir. Ailədə görünən sevgi və sədaqət Allahın işinin gözəl şahididir. İş yerində də imanlı insanın həyatı danışmalıdır. Dürüst işləmək, yalan danışmamaq, haqsız qazancdan uzaq durmaq, verilən işi vicdanla yerinə yetirmək Allahın izzətini göstərir. İnsanlar belə davranışı görəndə fərqi hiss edirlər. Onlar anlayırlar ki, bu insanı idarə edən başqa ruh deyil, Allahın müqəddəs ruhudur. Müqəddəs ruh insanı yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər xilas qazandırmır, lakin xilas tapmış insanın həyatında görünür. Acı doyurmaq, susuza su vermək, xəstəni ziyarət etmək, kədərli insanı təsəlli etmək, ehtiyac sahibinə əl tutmaq Allahın məhəbbətinin görünən ifadələridir. Belə işlər Allahın həqiqətini sözsüz də göstərir. Şahidlik edən insan özünü ucaltmamalıdır. Təəssüf ki, bəzən insan etdiyi yaxşı işləri hamıya göstərmək istəyir. Lakin Allahın övladı insanların diqqətini özünə deyil, Allaha yönəltməlidir. Günəş çıxanda heç kim çırağı tərifləmir. Çıraq yalnız işığı göstərir. İmanlı insan da Allahın nurunu əks etdirməlidir. Müqəddəs ruh insanı təvazökar saxlayır. O bilir ki, etdiyi hər yaxşı iş Allahın köməyi ilə mümkündür. Öz gücü ilə heç kim müqəddəs həyat yaşaya bilməz. Allahın lütfu olmasa heç kim ayaqda qala bilməz. Buna görə imanlı insan öyünmür, şükür edir. Şahidlik bəzən səbir tələb edir. İnsan istəyir ki, danışdığı adam dərhal dəyişsin. Lakin Allah hər ürəkdə fərqli vaxtda işləyir. Bəzən bir söz illərlə insanın yaddaşında qalır və vaxtı gələndə cücərir. Buna görə imanlı insan nəticəni zorla əldə etməyə çalışmamalıdır. Onun vəzifəsi sədaqətlə yaşamaq və həqiqəti sevgi ilə çatdırmaqdır. Qəlbləri dəyişdirən isə Allahdır. Müqəddəs ruh insanı iki üzlülükdən uzaqlaşdırır. İnsan gizlində başqa, insanların qarşısında başqa olmamalıdır. Allah gizlini də görür. Həqiqi iman insanın tək olduğu vaxtlarda da görünür. Çünki insanlardan gizlənmək mümkündür, amma Allahdan gizlənmək mümkün deyildir. Şahidlik yalnız sevincli günlərdə deyil, çətin günlərdə də davam edir. İnsan xəstəlik içində, Allaha güvənəndə, çətinliklərdə ümidini itirməyəndə, haqsızlıq qarşısında kin saxlamayanda da Allahın həqiqətini göstərir. Belə iman çox vaxt uzun sözlərdən daha güclü təsir bağışlayır. Müqəddəs ruh imanlıya sevgini qorumağı öyrədir. Həqiqəti sevgisiz demək ürəkləri bağlaya bilər. Sevgi həqiqətsiz olanda isə insanı yalandan qoruya bilməz. Allahın ruhu həm həqiqəti, həm də məhəbbəti birlikdə yaşatmağı öyrədir. İnsan öz həyatına baxıb soruşmalıdır. Məni tanıyanlar məndə nə görürlər? Qəzəb mi görürlər, yoxsa səbir? Lovalıq mı görürlər, yoxsa təvazökarlıq? Tamah mı görürlər, yoxsa səxavət? Yalan mı görürlər, yoxsa doğruluq? Əgər həyatımız Allahın nurunu əks etdirirsə, bu, müqəddəs ruhun işidir. Allah hər imanlıya müəyyən təsir dairəsi vermişdir. Kimisi ailəsində nümunə olur, kimisi iş yerində, kimisi qonşuları arasında, kimisi dostları arasında. Allah bizdən bütün dünyanı dəyişdirməyi tələb etmir. O, bizdən olduğumuz yerdə sədaqətlə yaşamağı istəyir. Kiçik görünən sədaqət Allahın əlində böyük nəticələr verə bilər. Şahidliyin ən böyük məqsədi insanların bizi bəyənməsi deyildir. Məqsəd Allahın izzətinin görünməsidir. İnsanlar bizim həyatımıza baxanda Allahın mərhəmətini, səbirini və sevgisini görməlidirlər. Əgər diqqət bizdə qalırsa, məqsəd itmiş olur. Əgər diqqət Allaha yönəlirsə,
şahidlik öz yerini tapmış olur. Qoy Rəbb həyatımızı öz həqiqətinin canlı şahidliyinə çevirsin. Qoy müqəddəs ruh sözlərimizi hikmətlə doldursun, əməllərimizi pak etsin, ürəyimizi təmiz saxlasın və bizi hər gün Allahın nurunu daşıyan insanlar kimi yaşatsın. Qoy bizi görənlər insanı deyil, insanı dəyişdirən Allahın böyüklüyünü görsünlər və ona izzət versinlər. Amin. Müqəddəs ruh və itaət. Əziz bacılar və qardaşlar, Allah insanı yaratdığı gündən bəri onu öz iradəsinə uyğun yaşamağa çağırmışdır. Allahın iradəsi insanı məhdudlaşdırmaq üçün deyil, onu qorumaq və həqiqi həyata aparmaq üçündür. Necə ki, çayın sahilləri suyun axarını qoruyur, eləcə də Allahın əmrləri insan həyatını qoruyur. Sahillər dağılanda su ətrafa yayılıb zərər verdiyi kimi, insan da Allahın iradəsindən uzaqlaşanda həm özünə, həm də başqalarına zərər verə bilir. Müqəddəs ruh isə imanlını itaət yolunda möhkəmləndirən Allahın müqəddəs bəxşişidir. İtaət yalnız böyük qərarlarda deyil, gündəlik həyatın kiçik görünən işlərində də özünü göstərir. İnsan danışarkən, işləyərkən, ailəsinə münasibət göstərərkən, alış-veriş edərkən, borcunu qaytararkən, verdiyi sözü yerinə yetirərkən Allahın iradəsinə uyğun yaşamalıdır. Allah üçün həyatın müqəddəs və dünyəvi hissələri yoxdur. İnsan bütün həyatı ilə ona məxsusdur. Bəzən insan itaəti ağır yük hesab edir. Lakin Allahın əmrləri insanı əsarət altına salmır. Günah insanı əsir edir. Allahın iradəsi isə azad edir. Günah əvvəlcə şirin görünə bilər, amma sonunda acılıq gətirər. Allahın yolu isə əvvəlcə çətin görünə bilər, amma sonunda sülh və sevinc bəxş edər. Müqəddəs ruh insanın ürəyində Allaha məhəbbət oyadır. İnsan Allahı sevdikcə ona itaət etməkdə ağır görünmür. Sevən övlad atasının sözünü qorxudan deyil, sevgidən yerinə yetirir. İmanlı insanın itaəti də belə olmalıdır. O, yalnız cəzadan qorxduğu üçün deyil, Allahı sevdiyi üçün onun iradəsinə tabe olur. Allahın iradəsinə itaət etmək hər zaman insanların alqışını qazandırmır. Bəzən insan doğruluq yolunu seçdiyi üçün tənqid olunur. Bəzən haqsız qazancı qəbul etmədiyi üçün itki yaşayır. Bəzən yalan danışmadığı üçün çətin vəziyyətə düşür. Lakin müqəddəs ruh belə anlarda imanlının ürəyini möhkəmləndirir və ona xatırladır ki, Allahın razılığı insanların razılığından üstündür. İtaət səbir tələb edir. Allahın vədləri dərhal yerinə yetməyə bilər. İnsan uzun müddət dua edə, gözləyə və səbirlə yaşaya bilər. Belə vaxtlarda itaət yalnız əməl deyil, həm də gözləməyi bacarmaqdır. Müqəddəs ruh insanın ümidini qoruyur ki, o gözləməkdən yorulmasın. İnsan öz iradəsini Allahın iradəsindən üstün tutanda çox vaxt peşman olur. Müqəddəs yazıda bunun çoxlu nümunələri vardır. İnsan öz ağlına güvənəndə səhv edə bilər. Allah isə heç vaxt yanılmır. Buna görə hikmətli insan hər qərardan əvvəl dua edir, Allahın sözünə baxır və müqəddəs ruhun rəhbərliyini axtarır. İtaət bəzən öz istəyindən imtina etməyi tələb edir. İnsan hər istədiyini edə bilməz. Hər arzuladığı yol Allahın yolu olmaya bilər. Müqəddəs ruh insanın ürəyində Allahın istəyini öz istəyindən üstün tutmağı öyrədir. Bu, mənəvi yetkinliyin əlamətidir. Allah kiçik itaəti də qiymətləndirir. İnsan bəzən düşünür ki, etdiyi yaxşılıq çox balacadır. Lakin Allah səmimi ürəklə edilən ən kiçik itaəti belə görür. Bir doğru söz, bir mərhəmətli davranış, bir səmimi dua, bir gizli yaxşılıq Allahın nəzərində böyük qiymət daşıyır. Müqəddəs ruh insanı davamlı itaətə çağırır. Bəzən insanlar yalnız çətin günlərdə Allaha yaxınlaşırlar. Hər şey qaydasına düşəndə isə əvvəlki həyatlarına qayıdırlar. Lakin Allah istəyir ki, insan hər gün onunla birlikdə yaşasın. İtaət yalnız müəyyən günlər üçün deyil, bütün ömür üçündür. İtaət insanın düşüncəsində də başlamalıdır. Pis əməl çox vaxt pis düşüncədən doğur. Müqəddəs ruh ürəyi təmizlədikcə insanın davranışı da dəyişir. Buna görə Allah əvvəlcə insanın daxili aləmini yeniləyir. Daxil dəyişəndə zahir də dəyişir. Allahın iradəsinə itaət edən insanın həyatı möhkəm təməl üzərində qurulur.
Fırtınalar gələcək, çətinliklər olacaq, bəzən göz yaşları axacaq. Lakin Allahın sözünə itaat edən insan sarsılmayacaq. Çünki onun gücü özündən deyil, Allahdan gələcək. İtaat insanı təvazökar edir. O başa düşür ki, etdiyi hər yaxşı iş Allahın köməyi ilə mümkündür. Buna görə o, öz uğurları ilə öyünmür. O, hər gün Allahın mərhəmətinə möhtac olduğunu bilir və ona şükür edir. Müqəddəs ruh itaat edən insanın həyatında görünən bəhrələr yetişdirir. Belə insan daha mərhəmətli olur, daha səbirli olur, daha doğru danışır, daha asan bağışlayır və daha çox sevir. Bu dəyişiklik birdən-birə baş vermir. Lakin Allah hər gün öz övladını bir qədər də kamilləşdirir. İtaət həm də Allahın vaxtına etibar etməkdir. İnsan hər şeyi dərhal başa düşməyə bilər. Bəzən Allahın niyə müəyyən qapını bağladığını, niyə müəyyən çətinliyə icazə verdiyini anlaya bilməz. Lakin zaman keçdikcə Allahın yolunun daha xeyirli olduğunu görər. Müqəddəs ruh bu etibarı insanın ürəyində möhkəmləndirir. İtaət sevinci də özü ilə gətirir. Dünyanın verdiyi sevinç keçicidir. Allahın razılığını bilməkdən doğan sevinc isə insanın daxilində dərin kök salır. Belə insan çətinliklər içində də rahatlığını itirmir. Çünki bilir ki, Allahın yolunda yeriyir. Qoy həyatımızın hər günü Allahın iradəsinə tabe olsun. Qoy seçimlərimizdə, sözlərimizdə, düşüncələrimizdə və əməllərimizdə Rəbbə itaat etməyi öyrənək. Qoy müqəddəs ruh ürəyimizi yumşaltsın, iradəmizi Allahın iradəsinə uyğunlaşdırsın, bizi doğruluq yolunda möhkəmləndirsin və ömrümüzün sonuna qədər sədaqətlə yaşamağımıza kömək etsin. Amin. Müqəddəs ruh və itaət. Əziz bacılar və qardaşlar, Allah insanı yaratdığı gündən bəri onu öz iradəsinə uyğun yaşamağa çağırmışdır. Allahın iradəsi insanı məhdudlaşdırmaq üçün deyil, onu qorumaq və müqəddəs ruh və ümid. Əziz bacılar və qardaşlar, insan ümidlə yaşayır. Ümidini itirən insanın gücü azalır, sevinci sönür, gələcəyə baxışı qaralır. Buna görə düşmənin ən böyük məqsədlərindən biri insanın ümidini əlindən almaqdır. O istəyir ki, insan Allahın mərhəmətinə şübhə etsin, dualarının cavab almayacağını düşünsün, gələcəyin yalnız qaranlıq olduğunu zənn etsin. Lakin Allah öz övladlarını ümidsizliyə təslim etmir. Müqəddəs ruh imanlının ürəyində canlı ümid saxlayır və onu Allahın dəyişməyən vədlərinə bağlayır. Dünyanın verdiyi ümid çox vaxt şəraitdən asılı olur. İş yaxşı gedəndə insan ümidli olur. Sağlamlıq yerində olanda gələcəyə rahat baxır. Var dövləti artanda özünü arxayın hiss edir. Lakin bu dayaqların hamısı dəyişə bilər. Xəstəlik gələ bilər, mal itə bilər, dostlar uzaqlaşa bilər, qapılar bağlana bilər. Allahın verdiyi ümid isə bunların heç birindən asılı deyildir. Onun əsası Allahın özüdür. Allah dəyişmədiyi üçün ona bağlanan ümid də sarsılmır. Müqəddəs ruh insanın baxışını keçici olanlardan əbədi olana yönəldir. İnsan çox vaxt yalnız bu günü düşünür. Sabahın qayğısı, bugünkü çətinlik, bu dünyanın sıxıntıları onun bütün diqqətini tutur. Lakin Allahın ruhu xatırladır ki, bu həyat yolun sonu deyildir. Allah özünü sevənlər üçün əbədi həyat hazırlamışdır. Bu həqiqət imanlı insanın ürəyinə böyük təsəlli və möhkəmlik verir. Ümid gözdə görünən şeyə deyil, görünməyən Allaha bağlanır. Əgər insan yalnız gördüyünə inanırsa, çətin günlərdə ümidsiz qala bilər. Lakin imanlı insan bilir ki, Allah gözdə görünməsə də işləyir. Torpağa əkilən toxum uzun müddət görünmür, amma onun altında həyat başlayır. Eləcə də Allahın işi çox vaxt gözümüzə görünmədən davam edir. Müqəddəs ruh bu həqiqəti insanın ürəyində yaşadır. Bəzən insan uzun müddət dua edir, amma cavab gecikir. Belə anlarda ümid zəifləyə bilər. İnsan öz-özünə soruşur, görəsən Allah məni eşidirmi? Müqəddəs ruh isə Allahın vədlərini yada salır. O xatırladır ki, Allah heç vaxt öz övladlarını unutmur. O hər duanı eşidir və hər şeyi öz mükəmməl vaxtında həyata keçirir. Allahın vaxtı insanın vaxtından fərqlidir. İnsan dərhal cavab istəyir. Allah isə bəzən insanın ürəyini hazırlayır, bəzən şəraiti hazırlayır, bəzən də insanı gözləməklə böyüdür. Gözləmək çətin olsa da bu müddətdə iman möhkəmlənir, səbir artır və Allahın hikmətinə etibar dərinləşir. Müqəddəs ruh insanın bu gözləmə yolunda yorulmamasına kömək edir. Ümid yalnız gələcəyə aid hiss deyil. O, bugünkü həyatı da dəyişdirir.
Ümidli insan çətinliklər qarşısında tez sınmır. O bilir ki, Allah onun yanındadır. O, gözyaşları içində də dua etməyə davam edir. O, qaranlıq gecədə də sübhün gələcəyinə inanır. Bu inam insanın özündən deyil, Allahın ruhundan gəlir. Müqəddəs ruh keçmişə görə peşmanlıq içində yaşayan insana da ümid verir. Bəzən insan etdiyi səhvləri unuda bilmir. O düşünür ki, artıq hər şey bitmişdir. Lakin Allah bağışlayan Allahdır. Səmimi tövbə edən insan üçün yeni başlanğıc vardır. Allah bağışladığı günahı insanın üzünə vurmaz. Müqəddəs ruh bunu insanın qəlbində möhkəmləndirir və onu yenidən ayağa qaldırır. Ümid xəstəlik günlərində də imanlının dayağı olur. İnsan bədəncə zəifləyə bilər, amma ruhən möhkəm qala bilər. Müqəddəs ruh ona xatırladır ki, Allahın məhəbbəti xəstəliklə azalmır. Əksinə, çətin günlərdə Allahın yaxınlığı daha dərindən hiss edilə bilər. İnsan hər zaman sağalmaya bilər, amma hər zaman Allahın mərhəmətinə sığınacaq tapa bilər. Ümid itki yaşayan insan üçün də böyük təsəllidir. Ayrılıq ağırdır, ölüm insan ürəyinə kədər gətirir. Lakin imanlı insanın ümidi ölümün son söz olmadığına əsaslanır. Allah həyatı verən Allahdır. Onun vədləri ölümün qaranlığından da güclüdür. Müqəddəs ruh bu həqiqətlə yas içində olan ürəkləri möhkəmləndirir. Müqəddəs ruh imanlıya öyrədir ki, ümid yalnız öz həyatı üçün deyil, başqaları üçün də yaşadılmalıdır. Dünyada ümidsiz insanlar çoxdur. Elələri vardır ki, heç kəsdən xoş söz eşitmir, heç kəs onları dinləmir, heç kəs onlara dəyər vermir. Allahın övladı belə insanlara ümid aparmalıdır. Bir mərhəmətli söz, bir səmimi dua, bir kömək, əli Allahın sevgisini göstərən vasitəyə çevrilə bilər. Ümid insanı fəaliyyətsiz etmir. Əksinə onu çalışmağa ruhlandırır. Allahın vədlərinə inanan insan yaxşılıq etməkdən əl çəkmir. O bilir ki, Rəbb yolunda görülən heç bir zəhmət hədər getmir. İnsan nəticəni dərhal görməsə də, Allah hər səmimi xidməti qiymətləndirir. Müqəddəs ruh qorxu ilə ümidi bir-birindən ayırır. Qorxu insanı geri çəkir, ümid isə irəli aparır. Qorxu insanı susturur, ümid isə dua etdirməyə davam edir. Qorxu qapıları bağlayır, ümid isə Allahın açacağı qapıları gözləyir. Buna görə, imanlı insan qorxunun deyil, Allahın verdiyi ümidin ardınca getməlidir. Allahın ümidi heç vaxt xəyal deyildir. O, möhkəm təməl üzərində qurulmuş əmindir. Bu təməl Allahın xarakteridir. Allah yalan danışmaz. O vəd etdiyini yerinə yetirər. İnsanlar sözlərini dəyişə bilərlər, amma Allah dəyişməz. Müqəddəs ruh da bu həqiqəti hər gün imanlının ürəyində yeniləyir. Hər yeni səhər Allahın mərhəmətinin yeniləndiyini xatırladır. Günəş hər gün yenidən doğduğu kimi, Allahın mərhəməti də hər gün yenilənir. Buna görə keçmişin uğursuzluqları bugünkü ümidimizi oğurlamamalıdır. Allah bu gün də işləyir. O bu gün də insanları dəyişir, qaldırır, bağışlayır, möhkəmləndirir və öz yolunda aparır. Qoy ürəyimiz heç vaxt ümidsizliyə təslim olmasın. Qoy baxışlarımızı dünyanın dəyişən şəraitinə deyil, Allahın dəyişməyən vədlərinə yönəldək. Qoy müqəddəs ruh qəlbimizi ümidlə doldursun, imanımızı möhkəmləndirsin, gözləməyi öyrətsin və hər vəziyyətdə Rəbbə güvənən insanlar kimi yaşamağımıza kömək etsin. Onda həyatımızın hər günü Allahın sadiqliyinə canlı şahid olacaq. Amin. Müqəddəs ruh və məhəbbət. Əziz bacılar və qardaşlar, Allahın mahiyyəti məhəbbətdir. O, insanı məhəbbətlə yaratdı, məhəbbətlə qorudu və məhəbbətlə özünə çağırdı. İnsan günaha düşsə də, Allah ondan üz döndərmədi. O, mərhəmət göstərdi, bağışlama yolu açdı və insanı yenidən öz yaxınlığına dəvət etdi. Müqəddəs ruh da Allahın bu müqəddəs məhəbbətini imanlı insanın ürəyinə yerləşdirir. Həqiqi məhəbbətin qaynağı insan deyil, Allahdır. Dünyada məhəbbət sözü çox işlədilir. Lakin çox vaxt bu söz keçici hiss kimi başa düşülür. İnsanların hissləri dəyişə bilir. Bugün sevdiyini söyləyən sabah unutmağa meyilli ola bilər. Allahın məhəbbəti isə dəyişməzdir. O şəraitdən asılı deyildir. İnsan zəifləyəndə də, büdrəyəndə də, göz yaşı tökəndə də Allah öz mərhəmətini göstərməkdən əl çəkmir. Müqəddəs ruh bu həqiqəti imanlının ürəyində canlı saxlayır. Allahın məhəbbətini tanıyan insan özü də dəyişməyə başlayır. O anlayır ki, başqalarını sevmək yalnız xoş hiss deyil, həm də müqəddəs borcdur. Məhəbbət yalnız dildə deyil, əməldə görünməlidir. Gözəl sözlər söyləmək asandır. Lakin səbir göstərmək, bağışlamaq, kömək etmək, başqasının yükünü daşımaq həqiqi məhəbbətin əlamətləridir.
Müqəddəs ruh insanı özünü sevdiyi kimi başqalarını da sevməyə öyrədir. İnsan çox vaxt öz rahatlığını, öz istəyini və öz mənfəətini düşünür. Allahın ruhu isə ürəyi genişləndirir. O insanı başqasının sevincinə sevinməyə, başqasının dərdinə şərik olmağa yönəldir. Belə məhəbbət insanın öz gücü ilə yaranmır. Bu Allahın ürəkdə gördüyü işin bəhrəsidir. Məhəbbət səbirlidir. İnsanlar bəzən bizi incidir, sözümüzü anlamırlar, səhvlər edirlər. Belə vaxtlarda qəzəblənmək asandır. Səbir göstərmək isə çətindir. Müqəddəs ruh imanlıya öyrədir ki, Allah bizə necə səbir göstəribsə, biz də başqalarına qarşı səbirli olaq. Səbir məhəbbətin güclü əlamətlərindən biridir. Məhəbbət bağışlamağı bacarır. Bağışlamamaq ürəyi ağırlaşdırır. Kin insanın sevincini əlindən alır. O insanı keçmişə bağlayır. Müqəddəs ruh isə ürəyi azad edir. O xatırladır ki, Allah bizi bağışladığı kimi biz də başqalarını bağışlamağa çağırılmışıq. Bağışlamaq unutmaq demək deyil. Bağışlamaq qisası Allahın ədalətinə buraxmaqdır. Allahın məhəbbəti ayrı seçkilik etməz. İnsanlar çox vaxt varlı ilə kasıba, güclü ilə zəifə, yaxın ilə uzağa fərqli yanaşırlar. Allah isə hər bir insanı qiymətli hesab edir. Müqəddəs ruh da imanlıya öyrədir ki, hər insana hörmətlə yanaşsın, mərhəmət göstərsin və heç kəsi alçaltmasın. Məhəbbət həqiqətlə birlikdə yaşayır. Həqiqətsiz məhəbbət insanı yanlışa aparar. Məhəbbətsiz həqiqət isə ürəyi yaralayar. Allahın ruhu bu ikisini bir-birindən ayırmır. O, həqiqəti sevgi ilə söyləməyi, sevgini isə həqiqət üzərində qurmağı öyrədir. Müqəddəs ruh insanı xidmət edən məhəbbətə çağırır. Həqiqi məhəbbət yalnız sözlə kifayətlənmir. O, ehtiyac sahibinə əl uzadır, xəstəni ziyarət edir, acı doyurur, kədərli insanı dinləyir, ümidsiz olanı ruhlandırır. Belə həyat Allahın məhəbbətini görünən edir. Ailədə məhəbbət xüsusi əhəmiyyət daşıyır. Ər-arvad bir-birinə hörmət göstərməli, çətin günlərdə bir-birinə dayaq olmalıdır. Valideynlər övladlarını yalnız sözlə deyil, nümunə ilə tərbiyə etməlidirlər. Övladlar da valideynlərinə ehtiram göstərməlidirlər. Müqəddəs ruh ailədə məhəbbəti, sədaqəti və sülhü möhkəmləndirir. Məhəbbət təvazökardır. O, özünü başqalarından üstün tutmur. Özünü göstərməyə çalışmır. Etdiyi yaxşılıqları hamıya bildirmək istəmir. Allahın razılığı onun üçün insanların tərifindən daha qiymətlidir. Müqəddəs ruh insanı belə sadə və səmimi həyata yönəldir. Məhəbbət paxıllıq etməz. Başqasının uğuru bizi narahat etməməlidir. Allah hər insana fərqli yol, fərqli xidmət və fərqli bəxşiş vermişdir. Başqasının aldığı nemət bizim itirdiyimiz nemət deyildir. Allahın mərhəməti tükənməzdir. Buna görə imanlı insan başqasının xeyrinə ürəkdən sevinməyi öyrənməlidir. Müqəddəs ruh insanı düşmənçilikdən uzaqlaşdırır. İnsan ona pislik edənə pisliklə cavab vermək istəyir. Lakin Allahın yolu fərqlidir. Pisliyə yaxşılıqla cavab vermək insanın öz gücü ilə edə biləcəyi iş deyildir. Bu, Allahın ruhunun ürəkdə yaratdığı dəyişiklikdir. Məhəbbət uzun ömürlüdür. Hisslər dəyişə bilər, şərait dəyişə bilər, insanlar dəyişə bilər. Lakin Allahın verdiyi məhəbbət çətinliklər qarşısında da davam edir. O, yalnız rahat günlərin deyil, ağır günlərində yol yoldaşıdır. Belə məhəbbət ailələri qoruyur, dostluqları möhkəmləndirir və insanları bir-birinə yaxınlaşdırır. Müqəddəs ruh bizə öyrədir ki, məhəbbət yalnız bizi sevənlərə göstərilməməlidir. Hamıya qarşı mərhəmətli olmaq, ehtiyac sahibinə kömək etmək, yad insana da yaxşılıq etmək Allahın ürəyinə uyğundur. Çünki Allah günəşini həm yaxşıların, həm də pislərin üzərinə doğdurur və mərhəmətini insanlardan əsirgəmir. İnsan öz ürəyini tez-tez yoxlamalıdır. Orada kin varmı, paxıllıq varmı, lovalıq varmı, bağışlamamaq varmı? Əgər bunlar varsa, Allahın qarşısında səmimi dua etməlidir. Müqəddəs ruh ürəyi təmizləməyə, sərtli yumşaltmağa və sevgini artırmağa qadirdir. Məhəbbət Allahın övladını tanıdan ən gözəl əlamətlərdən biridir. İnsan çox şey bilər, çox iş görə bilər, gözəl danışa bilər. Lakin məhəbbəti yoxdursa, onun şahidliyi zəifləyər. Həqiqi iman sevgi ilə görünür. Allahın nuru ən parlaq şəkildə məhəbbətlə yaşayan insanın həyatında görünür. Qoy Rəbb ürəklərimizi öz məhəbbəti ilə doldursun. Qoy müqəddəs ruh bizə bağışlamağı, səbir göstərməyi, mərhəmətli olmağı, təvazökar yaşamağı və hər insana Allahın gözü ilə baxmağı öyrətsin. Qoy həyatımızdakı məhəbbət bizi deyil, məhəbbətin əbədi qaynağı olan Allahı ucaltsın və onun müqəddəs adını izzətləndirsin. Amin. Müqəddəs ruh və hikmət.
Əziz bacılar və qardaşlar, insan həyatının hər günü seçimlərlə doludur. Elə qərarlar vardır ki, onların təsiri yalnız bir gün davam edir. Elə qərarlar da vardır ki, illərlə, bəzən isə bütün ömür boyu insanın həyatına təsir göstərir. Buna görə insanın biliyi qədər hikmətə də ehtiyacı